Əziz dostlar, həmkarlar, qələm sahiblərimiz, sizi Yazıçılar Birliyinin Natəvan klubunda xoş gördük və bugünə qədər də Natəvan klubu bizim üçün həmişə gözəl tədbirlərimizin, təqdimatlarımızın, yubileylərimizin əsas ana məskəni, ocağı olaraq qalır. Ədəbiyyatın ürəyi, döyünən yerdir bura. Və bugün də bizim əzizimiz Qəni müəllimin, Hacı Qəninin yubiley tədbirinə və kitabların təqdimatına toplaşmışıq. Mən Hacı Qənini bəlkə bir 20 il olar tanıyıram. O vaxt yadındadır, Aydan xan bizi tanış eləmişdi. Və həmişə də hörmətim olan insan olub, yazar olub, öz əxlaqı ilə, davranışı ilə, şəxsiyyəti ilə və yazılarındakı o müdrikliyi ilə. Nəsr sahəsində o vaxt çox fəaliyyət göstərdi. Əvvəl hekayələrini oxumuşdum, sonra artıq romanları çap olundu ard-arda. Son dövrlərdə isə bir neçə tarixi romanı çap olunub. Yəni, hətta uzaq tarixlə bağlı bir materialı var idi və indi son dövrlərdə o çox aktualdır, məhz o Manna Media dövrü, həmin dövr ki, yəni bizim ərazimizdəki o dövlətçilik ənənələrinin qaldırılmağı, onun dünya səviyyəsində təbliğ olunmağı və dünya səviyyəsi demişkən, Qəni müəllimin bir üstünlüyü də sadəcə mən əsəri yazdım, bununla işini bitmiş hesab elədi, bu deyil. Yazıların, ədəbiyyatın təbliğində də çox fəaliyyət olub, aktiv fəaliyyət olub, əsərləri bir çox xarici ölkələrdə çap olunub. Mən rus dilində görmüşəm, amma səhv eləmirəmsə ingilis dilində də çap olunub. Mən ingilis də görməmişəm, amma rus dilində kitabları məndə var idi, tərcümə olunmuşdu. Yəni, bizim ədəbiyyatımızı belə demək olarsa, ölkəmizin çərçivələrindən kənarda da təmsil edən yazarlarımızdandır. İndi bugün onun haqqında çox danışacaqlar. Tədbiri Əsəd Cahangir aparacaq, amma Əsəddən əvvəl mən istərdim söz verim bizim Yazıçılar Birliyinin katibi, əziz dostumuz Elçin Hüseyn bəyliyə. Elçin ilk açılışı eləsin, sonra Əsəd müəllim tədbirimizi aparacaq inşallah. Belə bir dəqiq bir fikir var da, deyir, həyata sən nə vermirsən ki, ondan nə çox şey tələb edirsən. Yəni, indi bax, biz burada hamımız oturmuşuq, mən təsadüfən demədim, doğrudan deyirəm, çox belə ləyaqətli bir insan kimi tanıyıram, təvazökar bir insan kimi tanıyıram, yəni, gəlir, gedir, görüşürük, söhbət edirik. Bilirsiniz, əsər yazmaq çox vacibdir. Yaxşı əsər yazmaq ondan da vacibdir. Ancaq mən hesab edirəm ki, icma təfəkkürünü daşımaq, icma düşüncəsi ilə, indi onun təzə empati deyirlər, nə deyirlər, əsər, sən yaxşı bilərsən. Yəni qazanmaq, yəni başqasının özünün yerinə qoymaq məsələsi, bu çox vacibdir. Bura hamımızın evimizdir. Sadəcə olaraq burada mən katibəm, Əsəd Cahangir Bədii Tərcümə Mərkəzinin rəhbəridir, biri baş redaktordur. Yəni barmaqla hesablasam burada normal 10-11 vəzifə var, yəni. Kimlərsə onu tutur və orada maaş alır. Amma o demək deyir ki, onlar buranın hansısa monopoliya alırlar. İnanın ki, mən o Pirəbədildə bircə gün olmuşam. Ancaq adam var, mən bilirəm ki, aylarla qalır. Özü istəyir, yəni onun seçimidir. Tənhalıq məni sıxır. Və elə hesab edirəm ki, Qəni müəllim də yəqin o, belə deyək ki, məndən fərqli olaraq tənhalığı daha çox sevən adamdır, yəni az qaynayıb qarışır. Amma indi məsələn, mən kitabları indi oxudum, indi baxıram. İndi inşallah mən bunları mütaliə edəcəm. Yalan nə deyim, yəni. Son zamanlar yəni oxuya bilməmişəm, oxumamışam. Çünki əlim çatmayıb, əl çatan olmuyor. Əsəd Cahangir kimi bizim görkəmli tənqidçimiz bu tədbiri aparırsa, bunu təşkil edirsə, deməli Əsəd Cahangir Qəni müəllimdə o istedadı görüb, o bacarığı, o yazıçı potensialını görüb. Bəğ İlqar da dedi ki, yəni o nədir, Rusiyada bizi təmsil edən ilkinlərdən olub, yəni. Rusiyada elə belə oraya gedib çıxmaq asan deyildi axı. Ümumiyyətlə, bunun hər tərəfini nəzərə almaq lazımdır. İndinin özünü çıxanda bəlkə də biraz asandır, çünki maliyyə var, verirsən, gedirsən, çap olunursan. O dövrlər üçün çətin idi. İlqar sağ olsun ki, yəni açılışımızı elədi, bu tədbirlərdə, yəni çıxış elədi, gəldi. Yəni müəllim də çox gözəl şəkildə təqdim elədi. Mən sizə nəyə arzu edirəm? Həmin o empati deyilən, həmin o icma deyilən. Yəni birimizi o birimizdə görmək, yəni onun, belə deyək ki, düşüncələrin, onun belə hisslərin başa düşmək, özümüzü onu o yerə qoymaq çox vacib. Hörmətli məclis iştirakçıları, sizi bu gözəl gündə bizim çox hörmətli yazıçımız, 1-ci Qarabağ müharibəsi qazisi Hacı Qəni Cəmalzadənin həm 70 illik yubileyi, həm də qanun nəşriyyatında 15 cildliyinin artıq işıq üzü gələn 6 cildinin təqdimatına yığışmağımız münasibəti ilə hamımızı təbrik edirəm.
Hər adama nəsib olmurdu Sovet vaxtı onun gənc yazıçının ilk kitabı seriyasından kitabı çıxsın. Bu çox çətin bir məsələ idi. Amma 85-ci ildə səhv eləmirəmsə, Yaxşı Olanın Dayısı adlı kiçik heykəllərdən ibarət, satirik heykəllərdən ibarət Qəni müəllimin bir kitabı da nəşr olunubdur. Sonra daha bir kitabı nəşr olunub. Sonra Qarabağ hadisələri başlayıb və Qəni müəllim qələmi silahla əvəz edibdir. 91-92-ci illərdə təxminən o Qarabağ cəbhəsində olub, ağır yaralanıb və indiyənə qədər də o Qarabağ yarasının ağrısını üstündən görün nə qədər keçir. Hələ də canında gəzdirir. Ona görə də mən zarafatla həmişə Qəni müəllimə deyirəm ki, Qəni müəllim, siz qılınçla qələmin vəhdətsiniz, qılınç və qələmsizsiniz. Yəni həm əlinizdə, bir əlinizdə qələm tutmusunuz, bir əlinizdə də qılınç tutmusunuz. Qəni müəllim bir müddət ədəbiyyatdan uzaq düşüb, səhhəti uğrunda mübarizə aparıb, yaşayışı uğrunda mübarizə aparıb və 90'ların sonunda yenidən o alın yazısı onu ədəbiyyata gətirib. 100'dən çox hekayənin müəllifidir. Romanları var, Qızıl, Fosforlu əkizlər və yaxud da Qızıl Xotuq, sonra Kiyaksarın axırıncı savaşı, Şeytana daş atanlar, Karxana və sonuncu romanını təqdim edibdi jurnala. 40-cı en dairəsi, səhv etmirəmsə belə adlanır. Və bu romanların hamısının bir ümumi cəhəti var ki, o tarixi romanı çıxmaq şərti ilə, yəni hamısı həyatdan gəlir. Uydurma heç nə yoxdur orada. Və əlbəttə, yazıçı öz təxəyyülündə həyatdan götürdüyü faktları özünə məxsus şəkildə yenidən yerbəyer eləyir. Amma onların hamısının kökündə həyat, tanıdığı adamlar durur. Mən necə yazıçı olduğumda bunların hamısını çox geniş şəkildə aydınlaşdırıbdır. Qəni müəllim, belə deyək də, mən necə yazıçı olduğumda həm də gənclərə ağıllı məsləhətlər verir. Kim oxumaq lazımdır, nasir olmaq istəyən adamlar, nə etməlidirlər, ədəbiyyatda necə bir davranış sərgiləməlidirlər, necə mövqe tutmalıdırlar. Bu 70 yaşına artıq çatmış, artıq 5-4 romanın, 100'dən çox hekayənin müəllifi olan, uzun, mənalı bir həyat yolu keçmiş adamın mənə gəlir ki, gəncliyə, ədəbi gəncliyə çox qiymətli bir tövsiyəsidir. Birinci dəfə Qəni müəllimlə mən Şadlıq Sarayında tanış olmuşam, iş elə gətirib ki, bizim iş yoldaşlarımızdan birinin övladının toyuydu, o mənə Qəni müəllimi göstərdi foyeda, dedi, tanıyırsan, Qəni müəllim Camalzadə, onun kitabı, romanı çıxıb, Fosforlu əkizlər adı ilə Azərbaycan jurnalında. Mən də dedim, bəli, oxumuşam. Və o zaman Qəni müəllimin üzündə elə bir ifadə gördüm. Necə bir ifadə deyim də, yəni insan təəccüb edir ki, oxuyurlar yəni. Hələ də ədəbiyyatı oxuyanlar var, izləyənlər var. Və bunun günahı Qəni müəllimdə deyil. Əlbəttə ki, bizim müasir bəlkə də həyatımızın özündədir. Mən heç kimi burada konkret olaraq günahlandırmaq istəmirəm. Ramiz Örüşən deyirdi, hamı günahkardır dünyada, amma dünyada heç kəsin günahı yoxdur. Biz elə bir dövrə gəlib çatmışıq ki, yazıcı olmaq elə Qarabağ cəbhəsində döyüşmək kimi bir şeydir artıq, inanın ki. Yəni, səni oxusunlar, sən çap olunasan, ta ki, varlı, pullu adamlar özünü ədəbiyyata təqdim edir, xaricdə tərcümə olunurlar, müxtəlif yollara əl atırlar, özlərindən yazılar yazdırırlar və istedad biraz ikinci plana sıxışdırılır. Bu müasir həyatımızın, ədəbiyyatımızın ən ciddi problemlərindən mən biri hesab edirəm. Bəyənmədiyimiz Sovet dövründə əsla belə deyildi məncə. Bəyənmədiyimiz Sovet dövrünün də özünün çox gözəl xüsusiyyətləri var idi. Çox hörmətli Qəni müəllim, əvvəla uzun danışıb, burada çıxış edəcək şəxslərin vaxtını aldığıma görə üzr istəyirəm. İkincisi, sizə bu gözəl əlamətlər gündə can sağlığı arzulayıram. Yeni yaradıcılıq uğurlar arzulayıram. Elçin müəllim bayaq dedi, son əvvəllər daha aktiv idi. Əslində Elçin müəllim, Qəni Camalzadə son illər daha aktivdir. Özünün bir neçə romanını son 5-10 ildə yazıb təxminən. Yəni, ola bilər onları təqdim etməyib cəmiyyətə. Ona görə elə gör. İlk başdan düzdə elə görünür. Amma əslində daha məhsuldardır. Onun haqqında, bəli, ictimai fəallar, bəli, onun haqqında Vaqif Yusifli, sonra Ağacəfər Həsənli, Aydınxan Əbilov, Cəlil Cavanşir, Kənan Hacı, hələ bunlar mənim yadımda qalanlardır. Hərəsi silsilə məqalələr yazıblar. Bu məqalələr də 15 cildlərdən birinə daxil edilibdir. Mən onlardan bəzilərini bura dəvət etmişdik, bəziləri gəliblər, bəziləri də indi inşallah gələrlər. Gəlməyənlər də sağ olsunlar, işləri çox olubdur, görünür. 70 illik bir hesabatınızdır sizin bugün. Siz bir vətəndaş kimi hesabat verirsiniz, bir ailə başçısı kimi, bir yazıçı kimi, bir döyüşçü kimi, qazi kimi və mən hesab eləyirəm ki,
bütün bu dediyim rakurslardakı hesabatdan siz üzaq çıxmısınız. Sizin bugün burada qürurla əyləşib, bu hörmətli şəxslərin qarşısında mən Qəni Camalzadəyəm, Azərbaycan yatçısıyam, Azərbaycan döyüşçüsüyəm, Azərbaycan vətəndaşıyam deməyə tamamilə haqqını çatır. Hamının adından, bura əyləşənlərin, özü burada olmayıb, ürəyi burada olanların adından bu əlamətdar əziz gün münasibəti ilə sizi ürəkdən təbrik edirəm. Sizə can sağlığı arzulayıram və hesab edirəm ki, burada əyləşənlərdə öz gürültülü alqışları ilə mənim bu təbrikimə qoşulacaqlar. Çox sağ olun. Mən böyük məmnuniyyətlə sözü müasir Azərbaycan ədəbi tənqidinin korifeyi, ağır artilleriyası, fədakarı, zəhmətkeşi və bütün istedadları hamıdan öncə görən və hamıdan öncə qiymətləndirən filologiya elmləri doktoru, professor Vaqif Yusifliyə verirəm. Qənini 40 ildən artıq tanıdığım bir insanı, dostum da deyə bilərəm, ürəkdən təbrik eləyirəm. Çox danışdın, elə mi? Ona Çox danışdın. yeni yaradıcılıq uğurları arzulayıram. Ancaq Əsəd dedi ki, məruzə, yox, mən məruzə fikrində deyiləm. Onsuz da Nasirin Sənət Dünyası kitabında 3 yazı yazmışam, onu oxuyarsınız. Sadəcə yaxşı bir çıxış eləmək istəyirəm. Qəni Camalzadə ilə ilk tanışlığım demək olar ki, təxminən 80-ci illərdə olub. O zaman yazıcı nəşriyyatında əsərləri verirdilər bizə, yəni kimə daha çox? Akif Hüseynli, Vilayət Quliyevə və mənə. Yaxşı pul da verirdilər yazılmış rəylərə görə. Və o zaman Qəninin hekayələr kitabını verdilər mənə. Mən də o hekayələr kitabı haqqında öz fikrimi bildirdim. Hətta yazıma gəlir ki, orada tənqidi qeydlərimi də vermişdim. Sonra onun deməli 1998-ci ildə Sonuncu Yezna adlı hekayələr kitabı çıxdı və o hekayələr kitabı haqqında da mən mətbuatda çıxış elədim. Ümumiyyətlə demək hekayə, bu hekayələrdə də Qəninin nasirlik istedadı özünü tam şəkildə göstərdi. Hekayə nəsrin kiçik janrı olsa da burada bəlkə də yaxşı bir romana bənzər, povestə bənzər. Nə fərqi var? Bir balaca bir hekayədə də sən dövrün həqiqətini yarada bilərsən, xarakter yarada bilərsən, forma və sənətkarlıq məsələlərində özünü göstərə bilərsən və Qəninin də əsas deməli hekayələrində yumor xətti üstün idi. Onun deməli bu kitabında, Nasirin Sənət Dünyası kitabında özünün keçdiyi həyat yolu, yaradıcılıq aləminə necə daxil olub. O dövrdə əlbəttə çox çətin idi. Çox çətin idi. Və Bakıda bir neçə ədəbi dərnək var idi. Mən də o dərnəklərdə bəzən iştirak eləyirdim. Deməli, Ağacavad Əlizadənin, Söhrəb Tahirin, Nəriman Həsənzadənin, Seyfəddin Dağlının deməli, ayrı-ayrı kitabxanalarda dərnəkləri var idi. Cavanlar, o zaman Qəninin 20'ni keçmiş yaşında artıq o texnika adamı idi. Politexnik İnstitutunu bitirib. Amma içində o od, o həvəs, yazı yazmaq ehtiyacı var idi və Zəmfərə xanım, deməli bu Zəmfərə xanım, hekayələrini də Zəmfərə xanım gəlin eləşək. yazmağa başladı. Və sonralar yazdığı hekayələrdə də təkcə Seyfəddin Dağlının yox, Azərbaycan ədəbiyyatındakı böyük satirik yazıçıların da müəyyən təsiri təqliddən kənar, müəyyən təsiri özünü göstərirdi. Janrlara münasibətdə 3 pilli olur. Əvvəl hekayə yazır. Bu hekayələr ona uğur qazandırandan sonra və yaxud bu hekayələrdə özünü
ispat edəndən sonra o keçir povestə. Məsələn, burada Elçin Hüseynbəyli belə bir nümunənin timsalıdır, bir yadçı kimi. Sonra keçir romana. Yəni janrdan janra inkişaf eləyir, povesti povest kimi yazır və romana keçiddə də artıq roman elə bil ki, ədəbiyyatın, o janrların üst qatıdır. Roman ayrı bir hadisədir. Deməli, Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun nümayəndəsi olaraq gözəl ədəbiyyatşünas alim İslam Qəribliyev. Qəni Camalzadə ilə bizim kəndimizin arasında bir balaca meşə zolağı var. Zolağın o tərəfində Durğan kəndidir, bu tərəfində Mulalan kəndidir. Biz Qəni ilə həmyerliyik. Eyni zamanda Qəni ilə bizim qohumluğumuz var. Qənini sizdən fərqli olaraq mən uşaq vaxtından tanıyıram. Və Qəninin öz yazdığı tərcümahal xarakteri qeydlərdə yazılıb ki, Qəninin təvəllüd tarixi sənədlərdə biraz səhv düşüb. Qəni əslində 1956-cı ildə doğulmayıb. Qəni 1955-ci il dekabr ayının 28-də doğulub. Və bunu da mən bilirəm. Amma niyə belə olub? O da bizdə bir Şengədilan kənd sovetliyi var. Biraz da qar olub, qırğın olub, nə olub? Atası rəhmətlik Oruç kişi də o vaxt milisdə işləyirdi. Ola bilsin bir-iki gün öyle belə deyiblər ki, o uşağı yeni ildə doğulan uşaq kimi necə deyirlər qeydətdən keçirək. Və Qəni də yazıb ki, orada deyir ki, mən təqaüdümdə 366 mat fərq elədi. Başqa şeylərdir. Mən Qəninin kökünü tanıyıram, nəslini tanıyıram, qohumluğumuz var dedim. Qəninin atası rəhmətli Oruç kişi cavanlığında polisdə işləyirdi. Sonra gəldilər, Bakıda yaşadılar. Ondan sonra təbii ki, Qəni ilə həmişə bizim əlaqələrimiz oldu. Və sizə elə gəlir ki, qoy bir sir də açın burada. Ola bilsin o şeyləri mən bilirəm, başqalar da bilir. Qəni əslində orta məktəbdə oxuyanda heç vaxt qarşısına məqsəd qoymamışdı ki, mən mühəndis olacağam. Qəninin ilk yazıları 8-ci sinifdə oxuyarkən Azərbaycan Piyoneri qəzetə çıxıb və Qəni əslində şərqşünas olmaq istəyib. Amma birinci il Qəni necə mən düşünməmişəm, mənim kimi bəzi adamlar getmişik Bakı Dövlət Universitetinə, Lerikli ara Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinə ev tikilmiş, get pedaqoji universitetə bəlkə girəsən. Bu bir zarafat idi. Qəninin birinci il vaxtı gətirməyib, Şərqşünaslıq fakültəsinə düşə bilməyib, Talih onu yönəldib istehsalata. Amma istihsalatda ağıllı bir adamın briqadası altında işləyib, həmin o ağıllı kişi Allah rəhmət eləsin, bunu başa salıb ki, bala, çörək qazanmaq lazımdır. Hamımız ədəbiyyatçıyıq oyan bu, ədəbiyyat adama çörək vermir. Nə deyim? Yəni, sənə yaradıcı uğurları arzulayıram. Sən gözəl nəslin nümayəndəsisən, sən Fəxri Camalovun qardaşı oğlusan, sən Elxan Camalovun əmisi oğlusan, sən əsərlərində adlar verib səni, Qardi əmi verib səni, Qardi əmi əslində qardaşan kişidir. 70 yaş, nə yaşdalı cavanlığın başlanğıdır. Zöhr Hacıbayev deyir ki, hamının bildiyini deyirəm, deyir, mən cavanlığımda bir səhv eləmişəm, o kişini yavır eləmişəm. Sən də 50 yaş cavanlığın başlanğıcı imiş. Səni təbrik edirəm. Əsəd mənim də sözünə riayət edirəm. Görsən, 3 dəqiqənin 2 dəqiqəsində atıram o tərəfə. Təbrik edirəm. 100 yaşa. İslam müəllim, doğrudan da çox mənalı, qısa, lakonik, amma heç kimə məlum olmayan faktlarla zəngin olan çıxışınıza görə mən bir aparıcı kimi sizə minnətdarlığımı bildirirəm və böyük məmnuniyyətlə mən sözü Nazilə xanım Gültaca verəcəm. Nə üçün? Çünki o hal-hazırda Qəni müəllimin Şeytana Daş Atanlar romanını Türkiyə türkçəsinə uyğunlaşdırmaqla məşğuldur bizim tanınmış yazıçımız və şairəmiz. Həqiqətən mən bu romanı oxuduqca qəribə bir hal keçirdim. Qəni müəllimin daxili dünyası da var burada. Qəni müəllim deyir ki, Kəbəyə, Mədinəyə hər kəs gedir. Kimisi təmizlənməyə, daxilən günahlarını bağışlanmağa gedir. Çünki ora məbədgahdır. Günahların yuyulduğu yerdir, ilahi bir yerdir.
Lakin elə insanlar da var ki, onlar şeytana daş atmağa gedir. Əslində özləri şeytandır. Qəlblərində şeytan var. Və o şeytan insanları da bəlkə ilahi ədalət oraya səsləyir, oraya toplayır. Və bu romanın əsas qayəsi odur ki, ilahi bir ədalət var. Həqiqətən o insanlar ki, şeytandılar, gedirlər orada öz pis əməllərini orada göstərməyə, orada hamısı məhv olur. Gəl müəllim, sizə uğurlar arzulayıram. Can sağlığı, yazın, yaradın və mənim kiçik bir hədiyyəmi də sizə hədiyyə edirəm. Mən böyük məmnuniyyətlə sözü bu yaxınlarda yubileyini, 70 illik yubileyini böyük təntənə ilə bax elə bu zalda da, müxtəlif məkanlarda da, sonra Rəşid Beyhudovun mahnı teatrında və qeyri məkanlar, Beyləqanda məsələn qeyd elədiyimiz tanınmış modernist şairimiz, nəğməkar şairimiz, sözlərinə onlarla mahnı bəstələnən, dillər əzbəri olan Yusif Nəğməkara verirəm. Mənim yaradıcılığım haqqında bir kişi ki, mənim yaradıcılığım haqqında 15 məqalə yazar, 15 məqalə. Ta mən nə deyim bunu? Qaldı ki, mən nə deyim? Bizim Hacı Qəni Camalzadə qardaşımız dünən də yaşının bir yaşını gizlətdi məndən, dünən tanış olanda. Amma bir gün sirr açıldı. Görürsən, sirlər necə açılır? Sirlər nə qədər gedər? 40 gün. Ondan aynı açılmalıdır o. Mən tanış olanda Qəni müəllimlə Əsəd bəyin otağında, kabinetində tanış olanda mən bu insanla baxdım ki, biz elə çoxdan tanışıq. Hətta bizim televiziya əlaqələrimiz filan böyle. Görürüm mən sifətdən bu kişi bana tanış gəlir filan. Nəysə bunun o sifətində olan o nur, danışığında olan, oturuşunda, duruşunda olan o ləyaqət, ədəb-ərkan, hamısı o dağların havasından gələn, o ənənəmizdən gələn, Ağa Cəfər, o tərəfdən gələn bir ruhdur da. Elə görmürsənsə yəqin elə. Bəli, elədir. O vaxtlar, indi birinci, ikinci deyirik, hamısı Qarabağ müharibəsində. O vaxt Qarabağ işğal olunanda mən belə bir şey yazmışdım ki, istər 100 ildə, 1000 ildə yaşa, papaqsız hər nizam çaş düşməlidir. Xocalı dərdini dərk etməz başa, papaq əvəzinə daş düşməlidir. Mən onu yazanda bu kişi döyüşürmüş orada. Mən qələmimlə bu kişi də özünün, Əsəd müəllim demişkən, süngüsü ilə, özünün silahı ilə və ona görə də bu qazi olmağı, vətənin işğal olunmuş torpaqların uğrunda, onun azad olunması uğrunda döyüşməsi Və yaralanması da qazi olmasıdır. Və nə deməkdir? Və bütün bunlar sübut edir ki, bu adam birinci növbədə vətənpərvərdir. Bilirsiniz, çox adam vətən deyir və çox adam vətən yazır. Elə yazır ki, bəzən adam o vətəni tanımır ki, söhbət hansı vətəndən gedir. Çox adam anadan yazır ki, müqəddəs mövzudur, bu yapışım bu mövzudan. Ana mövzusunda yazım çox gözəl olacaq. Ananı biabr edib qoyur ora. İstedadı çatmır ora. Amma vətən uğrunda, ana uğrunda, torpaq uğrunda, qardaş uğrunda, sevgilin uğrunda elə işlər görməlisən ki, elə şeylər yazmalısan ki, üz ağarsın, baş ucalsın. Bax, bu mənada Qəni müəllimin yazıları doğrudan da gözəldir. Məsələn, orada bir məşhur bəy xanım dedi, çox gözəl bir şeytana daş atanlar. Şeytana daş atanlar, ay kişi. Bu cəmaatın çoxu şeytandır, gedirlər şeytanı daşlamağa. Və sən özün şeytansan, o şeytanı o daşı niyə atırsan, qardaş? Birinci o daşı özünə at, öz içindəki şeytanı öldür. Sonra bizdəki halalını ged o şeytanı da daşla. Bax, bu təzadlar var bu kişinin yaradıcılığında. Özü burada yoxdur, ona görə də mən tərif deməyə dayandırıram. Can sağlığı arzulayıram, yeni yaradıcılıq uğurlar arzulayıram. Mən gender prinsipini pozmuşam, xanımlardan heç çıxış edən olmayıb. İndi mən bir xanıma söz verəcəm. Nə üçün məhz ona? Ona görə ki, onun bu yaxınlarda mən Arabadakı Adam adlı bir romanını oxudum. Araba deyəndə Əlil, tələsməyin Zəfirə xanım, Əlil arabası nəzərdə tutulur. Bu
deməli oğlan adam öldürüb, namusunu qorumaq üçün adam öldürüb, həbsxanaya düşəndə 11 il həbs çəkib azad olan qızı özünə xanım eləməyə rəva görür. Və qız da onun əli arabasında və gedir onu həbsxanadan çıxanda qarşılamağa. Və bu çox dəhşətli bir səhnə baş verir. Dostoyevski qələminə layiq bir səhnədir bu, mən deyərdim. O deyəndə sən mənim həyat yoldaşım olmaq istəyirsənmi? Heç nəyə baxmayaraq, bunun adının reputasiyası, həm namusunu qoruyanda, namusu ləkələnmiş, sonra adam öldürmüş, həbsxanaya düşmüş, oradan çıxmış bir qızı indi milli mentalitet var, psixologiya var da, hamı qəbul eləməz. Amma o sübut edir ki, təkcə Qarabağ qazisi deyil, həm də bu həyatda da qazidir. Həyatdakı eybəcərliklərə də qarşı döyüşür. Təkcə döyüşməklə yox, həm də burada döyüşməklə. Belə deyək də, o ənənəvi bir söz var, deyir, analarımız, bacılarımızı gəlib qoruyaq. O qızları, qadınları burada da həyatın amansızlığından qoruyur. Və qız göz yaşları içində onun qarşısında diz çökərək o əlil arabasının, onun protez ayaqlarından öpür. Bu gözəl səhnəni yaradan, Dostoyevski qələminə layiq bu möhtəşəm səhnəni yaradan xanım, özü də Qarabağ cəbhəsində dəfələrlə olmuş, həyat yoldaşı Qulu müəllimlə bir yerdə. Körpələrinin gələcək, belə deyim də, taleyini təhlükə altına qoyaraq dəfələrlə olan Döyüşə Qızlar Gedir adlı kitab yazan, sonra Qarabağ həyatından neçə kitab yazan, dünyanın bir çox ölkələrində, bir çox dillərdə onları yayınlayan, çox hörmətli Zənfərə xanım Məhrəmli əyləşib bizim məclisimizdə. Bizim gözəl bacımız, mən böyük məmnuniyyətlə sözü Zənfərə xanıma verirəm, buyursunlar. Hər görüş qələm dostlarımızla bir bayramdır. Bu nöqteyi nəzərdən mən Qəni müəllimin tədbirinə çox həvəslə gəldim. İkinci bir həvəs nədən yaranmışdı məndə və nəyə sevinirdim? Hər dəfə Qəni müəllim özü eşitmir yəqin çıxdı. Hər dəfə deməli Qəni müəllimin imzasını, adını eşidirdim, amma şəxsən tanışdığımız yox idi. O bugünə təsadüf eləyir və nəyə görə mən bu tanışlığa, bu ünsiyyətə can atırdım, onu demək istəyirəm. Çünki mən bilirdim ki, Qəni Camalzadə 1-ci Qarabağ savaşında döyüşüb, ağır döyüş yolu keçib, isti ev eşiyini soyuq səngərlərlə əvəz eləyən oğullarımızdan biri olub. O nöqteyi nəzərdən onun özü bir şəxsiyyət olaraq, bir qardaşımız kimi, bir əziz insanımız kimi, soydaşımız kimi, eyni zamanda qələm dostumuz kimi mənim üçün maraqlıydı, çox maraqlıydı. Və bu görüş nəhayət, yəni ki, bugün artıq baş tutur. Mən Qəni Camalzadənin əsərlərinin son dövrlərini oxumamışam. Deyim ki, belə oxumuşam, bu dəqiqə hər hansı birini götürüb mən təhlil eləyə bilərəm. Amma çox məlumatım var o əsərlər haqqında. Əvvəla ilk dövrlərini mən onu oxuyurdum. Onda ki, mən özüm də qəzetdə çalışırdım, Bakı qəzetləri redaksiyasında, Azərbaycan nəşriyyatında, hansı ki, indi orada köç əməliyyatı başlayıb, jurnalistlər o yana, bu yana, köçlər başlayıb, yeni məskunlaşmalar başlayıb. İndi görünür, nəsə səbəblər var. İnşallah hər şey yaxşı olar, amma inanın ki, ürəyimiz o jurnalist dostlarımızın yanındadır. O illərdə ki, mən də orada çalışırdım. 25 il o Azərbaycan nəşriyyatının qapısından girmişik, çıxmışıq, sərasər 25 il. O illərdə, mənim jurnalistikada olduğum o ilk illərdə Qəni Camalzadənin mən satirik hekayələrini oxuyurdum. Kirpi jurnalında, sonralar Ulduz jurnalında, Azərbaycan jurnalında mən onun satirik hekayələrinə rast gəlmişdim. Yumorlu, baməzə belə yazıları doğrudan da ürək açan materialları var idi. Sonralar təbii müharibə mövzusu üstələdi, çünki onun da arzuları var idi, burada qeyd olundu. İri həcmli əsərlər yazmaq, kitablarını ard-arda çap elətdirmək, amma müharibə çoxlarımız kimi onun da deməli bu ülvi, gözəl, moniz arzularının üstündən qələm çəkdi. Qəni müəllim də cəbhəyə yollandı, döyüşdü, düşmən öldürdü, özü də yaralandı və sonraki həyatı haqqında burada xeyli məlumatlar söylədilər. Mən indi çox həvəslə bu kitabları evə aparacağam və onun son dövrlər yaradıcılığını mütləq daha ürəyim istəyən kimi oxuyacağam. Və yenə deyirəm ki, müharibədən yazmaq çox çətindir.
cəbhə illərindən, ağrıdan, acıdan yazmaq, millətin dərdindən yazmaq, o köçkünün həyat hekayəsini qələmə almaq, o əsir qadının, o əsir körpənin dodağında donan o gülüşündən, nə bilim, paramparça olmuş arzularından yazmaq həqiqətən çox çətindir və Qəni müəllim də bu yolları keçib və nə yaxşı ki, bizim 44 günlük müharibəmiz yarımçıq qalmış arzuların pöhrələnməsinə, çiçək açmasına səbəb oldu və Qəni müəllim də həyat hekayələrini yazdı. Yəni, müharibə də elə həyat hekayəsidir, amma sırf həyatdan götürülmüş hekayələr və romanlar onun yaradıcılığına hakim oldu. Mən çox təşəkkür edirəm, mən uğurlar diləyirəm, onun yubileyini də təbrik edirəm. Heyf o bunları mənim dediklərimi eşitmədi, eybi yox, Quran ayəsi. Videoda qulaq asacaq. Quran ayəsi deyil mənim dediklərim və burada yazılır. Təşəkkür edirəm Qəni müəllimə. Çoxlu deməli sağlam günlər arzu edirəm. Sağlıqlı, uzun ömür arzu edirəm və çox sevinirəm ki, belə bir qələm dostumuz var. Minnətdaram. Sağ olun. Böyük məmnuniyyətlə sözü Qəni müəllimə həsr etdiyi şeiri oxuması üçün özü öncədən mənə demişdi və onu təbrik etmək üçün Qarabağ və şəhadət mövzusunda çoxsaylı kitabların müəllifi olan tanınmış şairəmiz Gülamayır xanım Murada verirəm. Qəni Cəmalzadəni ilk dəfə Azərbaycan Yazıçılar Birliyinin tərcümə mərkəzinin sədri olan, rəhbəri olan Əsəd Cəhəngirin otağında gördüm. Bizim bir istedadlı xanımımız, şairəmiz Şəfət xanım da oradaydı. Bax, Əsəd müəllim dedikləri sözün hamısını orada Qəni müəllimə dedim ki, Qəni müəllim, mən indi onu şeiriyyətə çevirib sizə şeir yazacağım. O da dedi ki, yazın. Elə hesab eləyin ki, Əsəd Cəhəngirin dediyi sözləri mən şeirə çevirmişəm. Çox sağ olun. Mən həmin o şeiri oxuyacağım sizlərə. Ucqar dağ kəndində dünyaya gəldin. Amma ki, Bakıda boyatmısan sən. Neçə çətinlikdən keçib yüksəldin. Belə iradəyə dözməyəsən. Orada deyilən sözlərdir hamısı. Harada oxudun, harada işlədin. Söz oldu ilk sözün, sonuncu andın. Nə desən, sözünü birbaşa dedin. Hər kəlmə üstündə alışdın, yandın. Yaxşılar da çıxdı sənin qarşına. Ömür yollarında pislər də çıxdı. Yüksək qiymət verən istedadına qədir, qiymət bilən kəslər də çıxdı. Tək qələm tutmadın, qılınc da tutdun. Qarabağ uğrunda döyüşə girdin. Vətəni müqəddəs bir ana bilib, sən ona oğulluq borcunu verdin. Onlar da hekayən, neçə romanın, yazıcı ömrünün mükafatıdır. Bu sənin taleyin alın yazındır. Tanrın bəndəyə bir baratıdır. Sənin dilin ilə danışır bugün. Neçə qazi, neçə şəhid yazıcım. Görüm 70 yaşım mübarək olsun. Ey qazi yazıcım, igid yazıcım. Ey qazi yazıcım, igid yazıcım. Sizin 70 yaşınız mübarək olsun. Sizə can sağlığı, uzun ömürlər arzulayıram. Sağ olun, Allah amandır. Bax, bunun hamısını Əsədin dediyi sözlərdən yazmışam. Çox sağ olun. Mən böyük məmnuniyyətlə bu yaxında bir neçə ay öncə Rəşid Beyxudalı mahnı teatrında 60 illik yubileyini böyük təntənə ilə qeyd elədiyimiz Borçalı torpağımızın yetirməsi Xankəndidən Torana adlı möhtəşəm şeirlər kitabının müəllifi şair dostum Vəli Qaraçaylıya verirəm. Siz xalqımızın ləyaqətli, dəyanətli, qeyrətli ağsaqqalısınız. Sizin qələminiz süngüyə çevriləndə bəx bizim hörmətli tənqidçi alimimiz Tərcümə Mərkəzinin sədri Əsəd Cəhəngir qeyd elədi ki, siz qələminizi süngüyə dəyişdiniz zamanı gələndə. Siz o kişilərdənsiniz ki, mən burada belə bir söz də demək istəyirəm. Bu heç kimi qıcıqlandırmasın. Ancaq cənubda bizim Talış qardaşlarımız
bizim bu 44 günlük müharibədə böyük zəfər çaldılar. Onlar düşmənə qarşı elə birləşdilər ki, heç başqa millətlərdən heç kimlə geri qalmadılar. Ona görə də ən çox şəhid verən elə bizim bax o torpaqlarımız oldu, Cənub bölgəsi oldu. O Cənub bölgəsində də hələ zamanında indiki kimi nə dronlar, nə texnikamız, nə xaricdən bizim qardaş dəstəyimiz, heç nəyimiz olmayan bir vaxtda əli yalın o səngərdə döyüşmək, bu əsl kişilik, qeyrət bax elə o dövrdə idi. Ona görə də mən sizi ürəkdən alqışlayıram. Siz hər bir belə gözəl sözə sizə göstərməyə bizim borcumuzdur. Bir yazıçılığı qoyduq hələ bir qırağa. Əgər bir insan vətən uğrunda qazi olursa, ya şəhid olursa, o artıq bütün insanlardan ali mərtəbədədir. Biz Əsəd Cahangirlə biz getdik Cənub bölgəsində, Lerikdə, Ağacəfər müəllimdə yol yoldaşı baravar getdik orada. Bizim o şəhidimizin Etibar Muradxanlının qardaşı oğlunun orada biz getdik, həm orada insanların o zala necə gəlməyini, bütün rayon cəmaatının belə yığışmağını və bizim qələbəmizi belə ürəkdən qeyd eləməyini görəndə insan doğrudan da deyir ki, bizdə yaşayan insanların birliyi, vəhdəti, möhtərəm prezidentimizin ətrafında birləşməyi və dəmir yumruq olmağı elə yerinə düşür ki, mən burada Qəni müəllimə indi bəlkə də eşitməyib, bizim o birliyimiz haqqında bir neçə bənd şeirlə onun yubileyini təbrik edeyim ki, bu qəhrəman kişi də daha da ürəklənsin. Aramızda olanlar yadlar üçün sirr olub. Yaranandan həmişə dərd sərimiz bir olub. Birləşmişik yumruq tək, bəyan edin bir daha, vətənin dar günündə sarılmışıq silaha. Türk oğluna arxadır, onun udin sirdaşı, silahından od saçır, igid, talış qardaşı. Nərə çəkir, avarım, mərd saxurum can deyir. İngiloyum döyüşür, gürcüm qana qan deyir. Malakanım, Rusum da aman vermir düşmənə. Vətənini sevməyən, sinə gərmir düşmənə. Yenilməzdi Kürd oğlum, tatım, ceklim, balamdı. Haputlumun gözündə Qarabağım qalamdı. Yahudim də uğrunda şəhid olur ey vətən. Xınalığın, qırızın gözü dolur ey vətən. Həm asurum, rutullum, əliklim də hayqırır. Butuklum da savaşır, yer güclüm də hayqırır. Dua edir qaraçım, zəfər çalsın ordumuz, çiçəklənib gül açsın, abad olsun yurdumuz. Vətən, sənin uğrunda oğullar itirdik. Bəd erməni xislətin bir dəfəlik bitirdik. Qarabağa göz dikən, Şuşamıza göz dikən düşmənləri kör etdik. Əlləri ilə qazdığı səngərini gör etdik. Bu talirand ölkəmə ulu tanrım yar olsun, Azərbaycan adlanan vətənimiz var olsun, o Lerik adlanan vətənimiz var olsun. Gördüyünüz bu kitabı Bir İgid Var idi, kitabını o yazıbdı. Bu kitabın üstündəki şəkil onun həyat yoldaşıdır. 92-ci ildə hərbi təyyarəçi kimi ermənilərlə döyüşdə şəhid olubdur. Və bu kitabın müəllifi həmin şəhidin, yəni Yusif Yaquboğlu Vəliyevin həyat yoldaşı Arzu xanım Kazım qızı Nehrəmli ondan sonraki bütün həyatını Yusifin xatirəsini yaşatmağa, adını ucaltmağa və onu sözlərdə, ədəbiyyatda yaşatmağa həsr edibdir. Bu çox böyük bir qəhrəmanlıqdır. Bu alqışa layiq bir qəhrəmanlıqdır. Mən sözü böyük məmnuniyyətlə bizim əziz bacımız, hamımızın çox sevdiyi, fəxr etdiyi Arzu xanıma verirəm. Markesin bir ola bilər uyğun gəlməyən bir cümləsini, o qədər də uyğun gəlməyən, amma mahiyyətcə uyğun gələn cümləsini demək istəyirəm. Markesdən müsahibəsində soruşmuşdular ki, siz dünyada nə ilə fəxr edirsiniz? Nobel mükafatçısı deyə bilərdi,
Patriarxın Payızı romanımla, yaradıcılığımla, nə bilim, aldığım Nobel mükafatı ilə, dünyadakı şöhrətimlə və s. vətənimlə ta ki. O elə deməyib. O deyib, mən özünü Allaha ibadətə həsr edən rahibə bacımla fəxr edirəm. Görün, nə qədər gözəl sözlər deyibdir. Və şeir yazmaq ibadətdir. Şəhid haqqında şeir yazmaq 2 qat ibadətdir. Və Arzu xanım öz həyatını bu müqəddəs ibadətə həsr edibdir. Və mən bilirəm, bizim hamımız ondan fəxr edirik. Buyurun Arzu xanım. Çox sağ olun, təşəkkür edirəm. Hər birinizi salamlayıram, əziz dostlar. Hörmətli Qəni müəllimi, dəyərli qələm sahibini, vətənimin vətənpərvər oğlunu yubiley münasibəti ilə ürəkdən təbrik edirəm. Allah sizə can sağlığı versin. Siz də elə həmin dövrdə vətən uğrunda döyüşlərdə qəhrəmancasına iştirak eləmişsiniz, qazi olmuşsunuz, mənim taleyim kimin və siz öz bədəninizdən aldığınız güllə yarası, mən isə taleyimdən almışam bu yaranı. Demək olar ki, siz şükürlər olsun ki, bu gözəl günümüzü, intiqamımız da alındı, sevindik, siz də rahatladınız, amma mən hələ də döyüşürəm. Mən elə gəl, mən ömrüm boyu döyüşəcəyəm. Nə deyim, valla çox sağ olun, təşəkkür edirəm, bir daha təbrik edirəm. Bütün tədbirlərimizin cəfasını çəkən, onları yazan, ədəbiyyat qəzetində işıqlandıran, çox təvazökar Sərvat Hüseynoğlu qardaşımız iştirak edir bizim məclisimizdə. Söz verməsən danışmaz, heç deməz də, ummaz da, küsməz də ki, mənə niyə söz verdiniz. Amma sakitcə gedib tədbiri ədəbiyyat qəzetində həmişə işıqlandırar. Bütün özə danışsa hamıdan yaxşı danışan, yazsa hamıdan yaxşı yazan Sərvat Hüseynoğlu'na şair qardaşımıza söz verir. İki xalqlara böyük dostlar lazımdır. Bu baxımdan Qəni müəllimin taleyi gətirib ki, onun çox gözəl dostları var. Mən Qəni müəllimin əsərlərini oxumamışdan qabaq, onun gözəl dostları Ağacəfər Həsənli, Adil Cəmil, Dayandır Sevgin və başqa dostlar həmişə harada olmuşduqsa, haradasa söhbət harasa əyilirdi, dönürdü və gəlib axırda Qəni müəllimin adının üstə dayanırdı. Və Adil Cəmilin o kitab rəfində Qəni müəllimin Qızıl Xotuq kitabı da var idi. Belə mən hər dəfə onun otağına gələndə, kitabxanaya baxanda bu kitabı götürüb vərəqləyirdim, baxdım. O axırda təbii ki, o adda başqa bir dünya ədəbiyyatında da belə bir eyni adlı əsər var idi. Əvvəl dəyişik salırdım, sonra gördüm yox, Qəni müəllimdir. Və sonra ədəbiyyat qəzetinə hekayələr göndərdi. O hekayələr deməli, mən əvvəlcə həmişə bütün səhifələri əvvəlcə oxuyuram və deyirəm ki, nə nətərdir, necə belə. Mən çox, mənim təhsil baxımından müəllimçilik həyatından gələn bir şey vardı. O hekayələrinin birində 2 müəllimdir. Bunun biri müəllimçiliyi bütün o əxlaqi dəyərlərlə qəbulləmiş adamdır. Biri də müəllimçiliyi adi bir belə oyunçu kimi belə öz gündəlik həyat tərzini qurmaq üçün çalışan bir adamdır. Bir şagirdlər bu müəllimin bir həyatını həmişə zibil atır belə. Bu müəllim yazdıqda bir müəllimdən xahiş edir ki, sənin evindən baxanda bura görükür. Gör o həyatda kimdir onatan. Bir uşağı tutub gətirir o birisi. O dələduz müəllimlikdən daha çox dələduz olan müəllim gətirir, tapır gətirir. Deməli deyir ki, cəzalandıraq, atasını çağıraq, neyniyək? O həyatına zibil atılan adam müəllimsə o əsl pedaqoqca deyir ki, yox, uşaq da başa düşməyib onu bu səfər bağışlayaq. Yəni o uşağın gözündə birdən-birə o həyatına zibil atdığı, ondan sonra bir qardaşının incitdiyinə görə özə dərs üstündəki yaxşı oxu, ona görə bu müəllimə qarşı münasibətlərində hardasa soyuq olan uşaq birdən-birə dərk eləyir ki, əslində pislik elədiyi insan dünyanın ən gözəl insanıdır. Yəni bu tərbiyəvi, əxlaqi baxımından mənim yadımda qalan bir hekayədir. Mən sonra onun həyatını oxudum, tərcümə halını oxudum. Ona ilk yaxşılıq eləyən, ədəbiyyat qəzetinə gətirdiyi, ilk dəfə gətirəndə orada ona yaxşılayan Qasım Qasımzadə adlarını çəkmişdi. Ümumiyyətlə, əxlaqi dəyərlər onun əsərlərinin əsasında dayanır və bir daha deyirəm ki, onun kitabları öz yerində, öz şəxsiyyəti, gözəl insan olması öz yerində, yenə də onun ən böyük təbliğatçıları onun dostlarıdır. Dostlar da var olsun ki, bu yaşda onunla həmişə qardaşlıq, dostluq eləyirlər və onu təbliğ eləyirlər. Və mənim ən çox həyatda uduzduğum yeri oldu ki, mənim böyük dostlarım olmadı. Sizin var və
fərəhlənmək, sevinmək olar. Sağ olun. Dinlədiyinizə görə belə var olasınız. Belə. Bəli, Böyük Bəxtiyar Vahabzadə unudulmaz şairimiz deyirdi ki, meşələr sultanı, meşələr şahı, aslanın özü də yalqız olmasın. Yığışın, yığışın başıma dostlar. Mənim bir günüm də sizsiz olmasın. Mən burada bütün Qəni müəllimin bugün çevrəsində cəm olan bütün dostlara bir daha öz ürəkdən gələn səmimi minnətdarlığımı bildirir və uzaq universitet illərinə qayıtmaq istəyirəm. 87-88-ci illər idi. Mən təzə qəbul olmuşdum universitetə və bəstə boylu, idmançı bədəninə malik bir oğlan artıq məndən öncə deyəsən oxuyurdu orada, ya bilmirəm, elə eyni vaxtda oxuyurdu, orası yadımda qalmayıb və o Şahin Həmidli idi. Üstündən neçə illər keçdi, getdi, 30 ildən sonra bəlkə. Birdən-birə Şahin Həmidli yenidən peyda oldu, mənim, belə deyim də, həyatımda deyə bilərəmsə. Və dedi ki, adındadır, belə filan. Dedim, bəli, zaman düzdür. Bizim üstümüzdən çox şeyləri alıb aparıb, amma bir-birimizə olan hörməti, məhəbbəti, sayğını Allaha şükürlər olsun ki, alıb aparmayıbdır. Böyük məmnuniyyətlə mən sözü Şahin Həmidliyə verirəm. Qəni müəllimi təbrik edirəm. Qəni müəllim bizim ağsaqqalımızdır. Mən düzdür, yaşda bir yaş məndən kiçikdir, amma mən ağsaqqal verirəm onu. Nəyə görə? Çünki Azərbaycanın elə bir yeri qalmayıb ki, gedəndə mənə zəng eləməsin, Şahin məndən gedirik. Məsələn, Lerikə, Lənkərana, Xaçmaza, deyək ki, hansı bir yerəsə. Yəni, Qəni müəllim mən çox gözəl tanıyıram. Hətta arada zəng edir, sənətkar, necəsən? Deyirəm, yaxşıyam, çox sağ ol. Mən Qəni müəllimi təbrik edirəm, o uzun ömür arzulayıram. Onun yaradıcılığı haqqında Vaqif müəllim, Əsəd və başqaları danışdılar. Mən çətinlik çəkərdim sizdən sonra belə, yəni ədəbiyyata, o bədii sözə, bədii hekayələrə, romana, zada qiymət verməyə. Ancaq Qəni müəllim, mən onun əsərlərinin çoxusunu oxumuşam, o təbiət təsvirlərinə çox yer verir, əsərlərində. Hər hansı bir hekayəsini görürsən ki, özü də bahar fəslini çox təsvir edib. Mən də baharı çox sevirəm. Bahar fəslini mən çox sevirəm və çalışıram ki, öz yaradıcılığımda, düzdür, kitablarımda, şeirlərimdə bahar haqqında çoxlu şeirlərim var. Onları, o bahar şeirindən birini də mən Qəni müəllimi ətrafında yapacağım. Çünki orada Vaqif müəllimin mənim haqqımda, mənim yazılarım haqqında onun çoxlu yazıları var. Vaqif müəllim orada mənə irad bildirib. Kiməsə şeir, deməli, təsviri, şeir ittihaf eləməyi. Ancaq mən yenə də Vaqif müəllimdən dedim, ona gizlən deyəcəm ki, bəs mən Qəni müəllimə bir şeir ittihaf eləmişəm. Özü də bahar şeirini, təbiət. Deməli, həm də bunu Qəni müəllimin 70 illiyinə mən onu ittihaf eləmişəm. Çən gəlib kəsibdir yol qabağını, yerin gözlərində ağırıbdır dan. Götürüb başından gün papağını, göyün sinəsindən asıb gün doğan. Havadan baharın nəfəsi gəlir, uzanıb göyləri satıb təpələr, könlünə göyərmək həvəsi gəlib, dizəcən dumana batıb təpələr. Yapışıb ovuzuna buz naxış-naxış, qar qalıb əlində dərə müzeyin, suları soğulan dəyirmandı qış, düşüb arasına qöpsü qüzeyin. Çağlayan bulaqlar sirrini saxlar, küləklər bu səhər söz gəzdirəndir. Göylərdən asılan sərgidir dağlar, bulutlar üstünə göz gəzdirəndir. Çəməndə otların dodağı qaçıb, oğunub gedibdir özündən bahar, tumurcuq ağzını açıb, öpür təbiətin üzündən bahar. Təbrik edirəm, sağ olun. Qəni müəllimin yubiley tədbirinin hazırlanması təxminən 10 gün belə çəkdi də. İlk dəfə gəldi mənə dedi, yubileyin tədbirinin hazırlanmasında dəvət olunan adamlar, məkan, çıxış edəcək şəxslər və s. bir çox məsələlər var da yubileyi ilə bağlı. Və bu işdə mənə çox yaxından kömək eləyən Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin əməkdaşı, bizim tanınmış şairəmiz Şəfəq xanım sahibli oldu. Mən istəyirəm indi o ürəyindəki şəfəqi bizim məclisimizə də səpsin. Təşəkkür edirəm Əsəd müəllim. Düzdür, mən 10 gün olar, bir həftə olar belə Qəni müəllimlə tanış olmuşuq. Kitabları ilə vərəqləmişəm, oxumuşam, hekayələri ilə tanış olmuşam. Həqiqətən də müharibənin canlı iştirakçısı, müharibədəki o ağrıları, o yanğıları bu kitabın ağ vərəqlərine pıçıldayan bir kəs. Mən sizi təbrik edirəm, uğurlar arzulayıram. 93-cü illərdəki müharibəmizin mən də canlı şahidi olmuşam.
dilə gətirməsəm də həmişə onun bəlkə də ən çətin, ən ağrılı günlərini yaşamışam. Sona qədər də orada olmuşuq. Sən Füzulidənsən də, Qaçqın Füzuli rayonunun Əhmədallar kəndindənəm. Özü də bilir ki, Qəni müəllim bilir ki, o əskərlər, hərbiçilər Qaradisdə və Əhmədallarda yerləşirdilər. Orada mən o əskərlərin nələr çəkdiyini görmüşəm, nə qədər yaralıları görmüşəm. Son dövrdə axırıncı dəfə də əskərlərlə bərabər Arazdan İrana keçib oradan gəlmişik. Sizə uğurlar arzulayıram, can sağlıq arzulayıram, təbrik eləyirəm. 100 yaşayın, var olun. Mən böyük məmnuniyyətlə sözü çox hörmətli Adilə xanım nəzərə verirəm. Təbrik eləyirəm sizi 70 illik yubileyiniz münasibəti ilə. Mən təbii ki, özünüzü tanımamışdan əvvəl sözünü tanımısınız. Əsərlərinizi və bir neçə hekayənizi oxumuşam sosial şəbəkədən. Yadımda qalan sonuncu Yeznə hekayəsi idi. Orada ailə daxili münasibətlər, qohumluq əlaqələri, ailə daxili münasibətlərdə yumoristik zəminlər üzərində qurulmuş bir hekayə idi. Oradakı sarkazm cümlələri yadımda qalıb. Yəni sizi ilk belə tanımışam. Yəqin ki, romanınızı da əldə edəcəm, bütün cildləri oxuyacam. Burada da qeyd olundu, siz 1-ci Qarabağ müharibəsi qazisisiniz. Siz ədəbiyyatı həm yazanlardan, həm də yaradanlardansınız. Ona görə burada bir yerdə qeyd eləmişsiniz ki, karxananı, yəni bu romanı haqqında və bunun daha doğrusu yeri, bu karxana adı haqqında dediklərim səhih məlumat olmaya bilər. Yəni bir sözlə insan tutur ki, insanın mayasında nə qədər doğruluq, dürüstlük, səhihlik varsa, o bir yerin adını belə təqdim edildiyi əsərində onun səhih olmaya bilər deyə orada bir qeyd düşür. Yəni bir cümləsindən insanın belə xarakterini bilmək olur. Və mən sizi o ədəbiyyatı həm yaradanlardan, həm yazanlardan olduğunuz üçün bir şeirimdən istəyirəm sizi təbrik edeyim. Döşünə qəlpəni qızıl gül kimi taxan qaziləri salamlayıram. Düşmən üzərinə coşqun sel kimi axan qaziləri salamlayıram. Üz-üzə dayanıb mənfur yağıyla, keçib imtahandan can sınağıyla, girdiyi meydandan tək ayağıyla çıxan qaziləri salamlayıram. Gedib babaların şanlı izi ilə, savaşa atılıb bıçaq nizə ilə, gözünü itirib könül gözü ilə baxan qaziləri salamlayıram. Payız gətirsə də ömrünün yazı, cəngidə dil açdı könlünün sazı, qoymadı zəfərə bizi tam arzı, oxan qaziləri salamlayıram, oxan qaziləri salamlayıram. Çox sağ olun. Gənc Camalzadənin 15 cildliyi nəşrə hazırlanır. Onun 6 cildi səhv eləmirəmsə artıq işıq üzü görüb və o 6 cilddən biri Nasirin Sənət Dünyası adlanır səhv eləmirəmsə. Bax bu kitab burada onun həm özünün mən necə yazıçı oldum essesi var. Esse demək olar ona. Çox qiymətli. Mən onu bir məxəs hesab edirəm. Ədəbiyyat haqqında, özü haqqında hər şey. Bir də onun haqqında yazılan yazılar var. Özü çox orijinal şəkildə verib. Məsələn, Vaqif Yusiflinin prizmasından bir neçə məqalə gedir. Cəlil Cavanşirin prizmasından, Aydın xan Əbilovun prizmasından, Kənan Hacının prizmasından və s. Və bu prizma sahiblərindən biri Vaqif Yusifli çıxış elədi. İkincisi, Ağacəfər Həsənli əyləşib bizim məclisimizdə. Liriklidir o da. Mən böyük məmnuniyyətlə sözü tanınmış şairimiz Ağacəfər Həsənliyə verirəm. Deməli, Qəni Camalzadə mənim dərnək yoldaşım olub. Yəni 70-ci illərdən üzü bəri bizim münasibətlərimiz olub və o dərnəklərdə sözün sirrini öyrənə-öyrənə, möcüzəsinə qatlaşa-qatlaşa, öyrənə-öyrənə gəlib günə çıxmışıq. İndi Qəni günün qəhrəmanıdır. Mən onun haqqında bəy tərifi deyə bilmərəm. Amma kifayət qədər sizin dediyiniz kimi onun haqqında mənim yazılarım çap olunub və onlar kifayət qədər ciddi mətbuat orqanlarında çap olunub. Ədəbiyyat qəzetində 3 yazım çap olunub və eyni zamanda 525-ci qəzetdə bir yazım çap olunub
və sonra ayrıca da bir yazım vardı haqqında. Yəni kifayət qədər mən onun yaradıcılığını tədqiq eləmişəm və bütün bunlarla bahəm Qəni Camalzadə ilə biz Lerikdə olmuşuq və onun tədbirlərinin birinin də aparıcısı mən olmuşam. Mən elə bilirəm ki, bir yazıcı üçün, yəni bu qədər xidmət eləmək bir yazıcıya bu kifayət eləyir. Sağ olsun, təbrik edirəm. Çox sağ olun. Mənim bir neçə il bundan öncə yubileyim idi və orada mənə 60 şeir yazıldı, gözlənilmədən. Özüm də məhtəl qaldım ki, birdən-birə bu, elə bil ki, bulağın gözünü açmışdın, şairlər bir-birindən yarışa sunmuşdular. O, mənə yazılan şeirləri indi Allah qismət eləsə, 60 yaşım olanda bir kitab şəklində çap elətdirəcəm. Amma onun ya üz qapağına, ya arxa qapağına bir şeiri vermək istəyirəm, həm də içəridə vermək şərti ilə. Çünki o şeir mənim qəlbimin ən sarı siminə toxunubdur. Elə nöqtələri, hətta bizim həyətimizdəki heyva ağacı var, heyva ağacında yazıbdır. Bacım da o şeiri oxudu, dedi ki, bu qıza sən demisən bizim həyətdə heyva ağacı var. Dedim, yox, vallahi mən ona heç nə deməmişəm. O özü yazıbdır. Dedim, hardan bilir, mən bilmirəm, bizim həyətdə heyva ağacı var idi, bəli var idi. Mən böyük məmnuniyyətlə sözü tanınmış şairəmiz, Nasirəmiz Naringül Nadirə verirəm. Qəni müəllim salamlayıram, təbrik edirəm. Doğrudan biz çox gözəl, müqəddəs bir ocaqda yığışmışıq bugün. Yazıçılar Birliyi, yəni doğrudan elə bu Natəvan klubu çox müqəddəs bir yerdir və bayaq bizim yoldaşlar da qeyd elədilər. Və buranın təəssübünü çəkmək bizim hər birimizin borcudur. Yəni biz indi bir neçə nəfər burada çalışırıq, çalışmayanlar var, üzvlər var və yəni hamımızın borcudur ki, bu müqəddəs ocağın təəssübünü çəkək. Çünki son vaxtlar burada çox, yəni bəzi bədxahlar, yəni ki, biraz hücum deyəndə bir qədər də, yəni istəyirlər nələrsə əldə eləsinlər və alınmır. Və belə mən Qəni müəllimin hekayələrini oxumuşam və son günlərdə bir hekayəsini də oxudum və Sərvaz müəllim danışdı onun haqqında, Ədəbiyyat qəzetində nəşr olunmuşdu. Və Qayıtmasa da olar, hekayənin adı belə idi və hekayə mənim çox xoşum gəldi. Açığı mən, orada yəni həyat var idi, o qədər təhkiyə gözəl, dil o qədər gözəl idi, o qədər sadə idi. Əslində sadə bir yəni sujet xətti var, amma o qədər insanı çəkir, yəni oxucunu çəkən bir orada hadisələri var. Kiçik hadisələrin, detalların arxasında böyük bir yəni əhvalatlar dayanır. Orada məsələn Qəni müəllim obrazlar çox azdır. 2 dənə müəllimdir cəmi. Amma o müəllimlərin arxasında onların xarakterləri və onlar ikisi müxtəlif xarakterli insanlardır. Ancaq ikisi dostdur. Bu xarakteri müxtəlifliğine baxmayaraq insanlar dostdur və axıra qədər də öz yoldaşlıqlarını davam etdirirlər. Və mənə elə gəlir, ədəbiyyat da həyat deməkdir, pafosdan uzaq olmaqdır. Yəni ədəbiyyat pafosdan uzaq olanda, sadə olanda, həyatdan götürüləndə daha çox oxucunun yəni ürəyinə yatır, daha çox oxunaqlı olur və istər-istəməz və bir də ki, yəni yazıçının peşəkarlığı onun elə ilk abzasından bilinir və bu hekayədə də yəni oxuyursan o qədər dil o qədər axıcı, energetikdir ki, yəni hiss edirsən ki, bunu peşəkar bir yazıcı yazıb. Çünki artıq əsəri oxuyanda öyle ilk cümlədən o necə loru dildə desək ilişirsən hardasa, o bilirsən ki, yox artıq bunu sən zorla oxuyursan, amma əsər özü səni çəkir, yəni həyatdır. O müşahidələr o qədər gözəldir ki, o qədər təbiidir ki, yəni sadət ki, mənim çox xoşum gəldi. Mən təbrik edirəm Qəni müəllimi və Əsəd Cahangirə təbrik edirəm və Əsəd Cahangirin doğrudan da bizim o çox gözəl ədəbiyyatşünasımız və onun tədbirləri doğrudan maraqlı olur. Yəni onun özündə, Əsədin özündə də bir həyatilik var, yəni sadəlik var, baxmayaraq çox yəni son dövrlərin yəni ən gözəl ədəbi tənqidçisi demək olar, tənqidçilərindən biridir. Yəni təbii ki, bizim Vaqif müəllimə eləşir, bizim burada yəni Əsədin özündə də, yaradıcılığında da özündə də bir sadəlik var, həyatilik var və bu da onu yəni ki, insanlara sevdirir, oxuculara sevdirir və mən yəni bu misalı ona görə gətirdim ki, yəni Qəni müəllimi Əsəd o qədər təriflədi ki, son vaxtlar, yəni o qədər təbliğ elədi ki və oxuyanda doğrudan da gördük ki, elə yanılmır. Yəni çox doğru, yəni qeyd eləyib, doğru yerə vurub, o necə deyərlər, vurğunu. Təbrik eləyirəm, uğurlar. Çox sağ olun. Böyük məmnuniyyətlə bizim bu məclisimizin yeganə musiqi təmsilçisi, daha doğrusu ikisini mən bacıları ilə bir hesab eləyirəm, Elza xanımla Rasimə xanımı. Onların adından danışmaq üçün Elza xanıma söz verirəm, amma Elza xanıma söz verməmişdən öncə mən iki cümlə Elza xanım haqqında demək istəyirəm. Elza xanımın adı son zaman ədəbi mühitdə, sənət mühitində ən çox hallanan adamdır demək olar ki. İndi biri onun şeirini bəyənir, biri bəyənmir. Bu şərt deyil. Əsas nədir mənim üçün? Elza ictimaiyyətin kütləşmiş yaddaşını
sözə və ədəbiyyata doğru yönəldə bildi. Hamı başladı artıq müzakirəyə, televiziya ekranlarında, saytlarda, qəzetlərdə. Elə bil ki, Yazıçılar Birliyini indi gördülər. Elza Yazıçılar Birliyinin üzvü olandan sonra Yazıçılar Birliyini gördülər artıq. Ki, belə bir birlik var, ədəbiyyat var, söz var. Sən demə, sözün, qeyrətin çəkmək lazım. İndiyənəcən heç kəsin yadına düşmürdü bu. Təzə-təzə elə şeirlər çıxanda gördüm, mənə dedilər ki, səni bir nəfər müdafiə eləyib. Əsəd Cahangir elə belə adam deyil, yəni belə ziyalı. Facebookda status paylaşmışdım. Bəli, özü xəbərim olmadı. Mən ondan sonra Əsəd müəllimi tanıdım və doğrudan da bugün mən də bu Yazıçılar İttifaqının üzvü olaraq fəxr edirəm ki, bizim belə böyüklərimiz var. Ancaq mən indi burada kitabı Qəni müəllim Camalzadə bizim əzizimiz doğrudan da necə deyərlər, elə şeirlərin adından, şeir deyəndə ki, romanlar, pyeslərin adından adama məlum olur ki, bu insan doğrudan da bəzən xanımız çox gözəl dedi ki, oxuyursan kitabı, gəlib ilişirsən, oxuya bilmirsən, gedə bilmirsən, amma bəzən də elə kitabın ya şeir, ya roman, ya povest, pyeslər oxuyan kimi adı sənə artıq içindəkindən xəbərdarlıq gətirir. Misal üçün, burada adlarından, yazmağın xeyri, məsələn, oxuyan kimi adlarından adam bilir ki, mübahisəli burun, yəni mübahisəli burun, bəzi insanlar burunlardan hara gəldi dürtürlər, məsəl üçün, bu son zamanlar burunlar kəsilir, yəni ki, belə doğrudan mübahisəli, çox gözəl, yəni ki, burada satirada görürəm, dramaturgiya xətti görürəm həmən dəqiqə, sonra paz, görürsünüz ki, paz, misal üçün, adlardan göründüyü kimi, ayın... Bəli, ayın axırıncı cüməsidir, yəni cümə günümüzdür. Yəni adlarından mən artıq elə baxan kimi şorba, qoy dolansınlar. Bəzən imkan vermirlər ki, kimsə dolansın, qoy dolansınlar. Siz adları ilə belə artıq mənə bunları oxutdurdunuz. Papaqçı oğlu, mənim Qaraqabaq xalam, yəni ki, doğrudan da adları da çox maraqlıdır. Mən də söz verirəm ki, inşallah ki, inanıram ki, bu kitabı oxuyacağam. Özü mən kitabı tez oxuyuram. Bir də görürsünüz ki, 3-4 gündən bu yaxında bir şair mənə ad günü idi, mənə təqdim etdilər ki, onun sözlərinə şeir ya mahnı bəstələ. Özü mənə 2 şeir göndəriblər. Mən də dedim, yox da mən sizin göndərdiyinizə yox, xahiş edirəm kitablarınızı göndərin, mən oxuyum, özüm seçim oradan. Bu hətta Bəxtiyar Vahabzadədə də məndə oldu. Bəxtiyar müəllim mənə öz kitabını böyük şairimiz verib ki, qızım amandan amana qəzəlimə mənə mahnı yaz. Kitabı götürmüşəm, evə gəlmişəm, tamam bir başqa şeirinə. Hardaysa bu dəmdə dəryada batan var, vardırsa özündən əvvəlcə atan var. Yəni yazdım, dedik, ay qızım sən bunu hardan seçmişsən, mən sənə qəzəl vermişəm. Mən bir bəstəkar olaraq ruhum nəyi çəkirsə onu yazıram. Nəysə 6 dənə kitab gətirdilər evə, qalın kitablar, bu 3 bu boyda. Yazıçılar İttifaqının üzvüdür, adını demirəm, inşallah yeni mahnılarını eşidərsiniz. Oxudum bir neçə gün, içindən elə şeirlər seçdim ki, hətta 3 şeirdən bir mahnı çıxartdım, onun öz sözlərindən. Özü də baxır, deyir, mən deyir, xoşbəxtəm, deyirəm, hələ siz hələ mahnılar səslənəndə daha xoşbəxt olacaqsınız. Amma dedim, sizin göndərdiyiniz şeirləri də bəstələyəcəyəm. Çünki Kərküklü qız var orada belə, amma öncə mən özüm ruhum seçən şeirlərə bəstələdim. Yenə demək istəyirəm ki, Allah sizə can sağlığı versin. Biz də sizlərə çalışmışıq ki, oxşamağa. Mən əgər bugün nə yazıramsa, mən elə belə də yazmamışam. Mən bir mahnı yazmaq üçün 5 kitab oxuyuram və mən şairlərdən öyrənmişəm. Mənə də yazmağı sizlər öyrətmişsiniz. Yəni yoxsa mənim nə həddim idi ki, mən o qələmi alıb əlimə yazardım. Dahi şairlərimiz bizə bu yolu öyrədib. Yəni Allah canınızı sağ eləsin. Əsəd müəllimə təşəkkürümü bildirirəm ki, o necə deyərlər, hər zaman o bir var yazan, bir də var ki, doğrudan da yazdıran. Sizin yazmağınız bizə yazdırmağı öyrədir. Və belə tədbirləri də çox etsin, hər bir zaman gələk. Biz daha bir prinsip burada, gender problemini həll elədik. Xanımlar kifayət qədər danışdılar, hətta üstələdilər. Amma qocalıq gənclik məsələsində ciddi məclisimizin problemi var. Gənclərin nümayəndəsi çıxış etməyib. Ona görə də mən böyük məmnuniyyətlə gənc şair Elşad Can Şamilə söz verirəm. Hacının bir 12 il, 13 il bundan qabaq tanış olmuşam və o zaman tanış ona deyirdim ki, kaş daha əvvəl tanıyardım ki, daha dərindən əks eləyə bilim. Bugün cəmiyyətimizdə sözün həqiqi mənasında dəyərli ağsaqqal obrazına böyük ehtiyac var. Hacının yaşayışı, danışığı, hərəkətləri, yazdığı kitablar bugün gənclərimizin çoxsuna nümunədir. Onun kitabları haqqında kifayət qədər danışdılar, məlumat verdilər. Biz bilirik, onun kitabları həm də
Amerikada, Rusiyada və digər ölkələrdə çap olunmaqdadır. Oxunaqlı kitabdır. Mən amma onun əsasən hekayələrinə üst tuturam. Sözün həqiqi mənasını demək istəyirəm ki, əgər günümüzün xoş keçməsini istəyiriksə, hər səhər yuxudan oyananda onun bir hekayəsini oxuyaq və həmin gün bizim üçün doğrudan da gözəl keçsin. Mən ancaq can sağlığı arzulayıram, hacı. Mən o yubileyində təbrik eləmişdim. Bir də təşəkkür edirəm. Yaz, yarat, yaşa, sev, sevil. Və bizim məclisimizdə Nərimanov rayon Mərkəzi Kitabxanasının təmsilçisi var. Adı da gözəl, mənası da gözəl adının. Cəmilə xanım ərəb dilində gözəl xanım deməkdir. Mən böyük məmnuniyyətlə onu adına yaraşan gözəl bir çıxış eləməyə dəvət edirəm. Kamilə xanım. Cəmilə yazmışlar. Hörmətli Qəni müəllim və tədbir Kamilə xanım, iştirakçıları. icazə verin. Dediyiniz, burada mən ola bilər düz oxumamışam. Mikail Müşfiq deyir ki, müşfiq olardı mı heyranın sənin, gözəlsən filan da, əgər o olmasaydı Kamalın sənin. Kamal özü də bir gözəllikdir, daxili gözəllikdir. Bəli, çox sağ olun. Qəni müəllim dəfələrlə bizim kitabxanada olubdu və biz onun yaradıcılıq gecəsini, kitab təqdimatlarını keçirmişik. Oxucularla görüşlər təşkil eləmişik. Bizim fondumuzda Qəni müəllimin kitabları sevilə-sevilə oxucular tərəfindən oxunur, tarixi əsərləri oxucular tərəfindən oxunur və biz oxucular tərəfindən görüşlər təşkil eləmişik Qəni müəllimə. Bir saat yarım olsun. Biz sizin 70 illik yubileyinizi Nərimanov rayon Mərkəzi Kitabxanasının rəhbərliyi Vəfa xanımın, şəxsən Vəfa xanım və kollektivi adından 70 illik yubileyinizi təbrik edirik. Sizə yaradıcılıq uğurları, can sağlığı arzulayırıq. Uğurlarınız bol olsun və bizim hədiyyəni qəbul edin. Böyük məmnuniyyətlə. Çıxış etmək üçün söz verilir. Deməli, bizim çox hörmətli şairəmiz şəhidlər və Qarabağ mövzusunda poemalar, şeirlər müəllif olan, oğlu da zabit olan və bir ana kimi haqlı olaraq öz oğlu ilə fəxr eləyən və bizim hamımızın da fəxr etdiyimiz, adı da nəzakət, özü də nəzakətli Nəzakət xanım Məmmədliyə. Uzun illər bundan qabaq hələ qələbə sevincini yaşamadığımız an bir arzu elə kövrətdi məni ki, həqiqətən. Çünki biz Qəni müəllimlə iki dəfə eyni verilişdə olduq. Birini qələbədən qabaq idi, yadınıza gəlmir. Onda Qəni müəllim öz həyatından, öz döyüş yollarından, elə o Dalovlu danışdı. Mən elə Qəni müəllimi onda özü necə xarakteriz eləmişdi, onu da tanıdım. Və ümumiyyətlə insan bilirsiniz ki, düşüncəsinin tərcümanıdır. Qəni müəllimdə həyat ona nə öyrətmişdisə, pisi yaxşıdan necə seçməyi bacarmışdısa, onların hamısını qələmə alıb. Sonradan rəhbərlik etdiyim Respublika Xatirə kitabı redaksiyası, bilirsiniz ki, şəhidlərlə bağlı bir ensiklopedik kitabdır. O kitabdan Qəni müəllim bəzi şəhidlərimiz haqqında məlumatlar bizimlə uzun müddət bir məlumatlarımızı bizdən götürürdü, qələmə alırdı. İndi yəqin ki, hansı əsərlərindəsə həmin o deyirdiniz, o kəşfiyyatçılardan yazmışsınız. Sonradan Qəni müəllimlə biz bir də qələbədən sonra görüşdük. Həmin o tədbirlərin birində qələbədən sonra görüşdük. Qəni müəllimin artıq doğrudan da elə bil ki, bir hesabat dövrü idi. Qəni müəllim çox sevinirdi. Çox sevinirdi çəkdiyi əziyyətə, çəkdiyi o da alova qarşı döyüşdüyü yollar, itirdiyi döyüş yoldaşları və onların qisası alınıb deyənə Qəni müəllimin artıq inanın ki, qələbədən sonra Qəni müəllimi bir başqa Qəni müəllimi idi. Mən bayaqkən də deyirəm, arzu demişkən o arzusuna çatdı, amma arzu hələ də içində o yaranı yaşayır. Mən Qəni müəllim, 70 yaş gözəl yaşdır, inanın, həqiqətən. Deyirlər ki, müəyyən bir yerə yetişmiş bir vaxtdır. Mən sizə yaradıcılıq uğurları, mən inanmam ki, siz indi bundan sonra daha məhsuldar olacaq sizin. Çünki dünya görüşünüz artıq bunu istəyir sizdən. Var olun, yaşayın, yaradın.
Biz də belə həmişə başımızın yığışaq, sizi təbrik edək. Sağ olun. Prezidentimiz, Ali Baş Komandanımız Cənab İlham Əliyev başda olmaqla Azərbaycan ordusu şəhidlər verərək, sağlamlıqlarını qazilərimiz itirərək, Allahın ədaləti, dost və qardaş ölkələrin dəstəyi ilə və ilahi haqqın yer üzündə təntənəsi ilə mənfur düşməni darmadağın elədi. Bu qələbədə Qəni Cəməlzadə bu dəfə artıq silahı ilə iştirak eləmədi. Kiyaksarın Axırıncı Savaşı romanı ilə iştirak elədi. Və bu romanı Qarabağ zəfərində canını qurban vermiş şəhidlərimizə, sağlamlığını vermiş qazilərimizə, Ali Baş Komandanımız Cənab İlham Əliyev başda olmaqla Azərbaycan ordusuna həsr elədi. Buna görə Qəni müəllim, bu gözəl tarixi dövrə müraciət çox çətindir, tarixi mənbələri azdır, çox maraqlı bir dövrdür, media dövrü, Azərbaycan tarixinin media dövrü, mübahisəli bir dövrdür. Bu cür tariximizin dərin qatlarını qaldırdığınıza görə və hətta ən dərin qatlarda da müasirliyin problemlərinə cavab vermək cəhdinizə görə bir Azərbaycan vətəndaşı kimi, Azərbaycan yazıçısı kimi, tənqidçisi kimi mən də sizə hamının əvəzindən minnətdarlığımı bildirirəm və böyük məmnuniyyətlə Azərbaycan jurnalistikasında bugün özünə məxsus dəstək xətti imzası olan İdris Şükürlüyə, əməkdar jurnalistə söz verirəm. Kiyaksarın son savası deyəndə bu əsər doğrudan da sizin ən mühtəşəm əsərinizdir. Mən o vaxtda qəzetdə yazmışam, o barədə danışmaq istəmirəm. Çünki mənim dediklərim orada elə qeyd olunub. Kiyaksar sözünün mənası Tanrı hakimiyyəti deməkdir, ibrit dilində. Əsəd müəllim doğrudan da Qəni müəllim kimi düzdür, az yazıb, yaxşı yazıb, yəni tarixi araşdırıb yazıb da, əsərləri yadda qalandı. Müəllim məsələn, hər hansı bir yazıçının 100 dənə də əsər yazsa, 2 dənə, 3 dənə yaxşı yadda qalır. Yəni yadda qalan əsərləri var. Bizim hətta 84-cü ildə eyni almanaqda Qəni mən təsdiq eləyər. Yazılarımız çıxıb Yasin Əşyatında. Kim? Mən bir şey demək istəyirəm ki, Qəni müəllim söz ordusuna rəhbərlik eləmək istədi. Yəni hamımız rəhbərlik elədik. Söz haqqında mən çox qeydlərim var, fəlsəfi qeydlərim var və İndi onların bəzisini icazə versiniz, oxuyaram, diqqətinizə çatdıraram. Çünki hər şey haqqında danışmaq mümkün deyil. Bir daha sizi təbrik edirəm. Deməli, Əsəd müəllim söz, bayaq Elçin müəllim də dedi, söz, nə qədər insan var, nə qədər bəşəri cəmiyyəti var, söz var, olacaq. Kimdən nəsə deyir, bu söz nəyə lazım, kitab nəyə lazım, qəzet nəyə lazım, kitab lazım, o özü üçün deyir. O özü bilmədən elə o sözün içindədir. Buna görə mən istəyirəm söz haqqında bir neçə kəlmə deyim. Söz insanı idarə etməyə qadir olan sərkərdədir. Sözdə elə bir düşüncə və qüdrət var ki, dünya aləm hələ də ölçüsünü tapa bilməyib. Sirli söz bir dünya, məkanı dərin, özü sirli soraqlı bir aləmdir. Dildə olan sözlərin yaddaşını, tarixini poza bilməyənlər, heç kim poza bilmir. Bu bir həqiqətdir ki, nə qədər dil var, söz var. Deməli, keçmiş var, gələcək var, nəsillərin arasında bağlılıq var, əlaqə var, vətən var, vətəndaşlıq var. Dünyanın dahiləri sözə söykənib möhkəm elmi əsərlər, idrak abidəli yaratmışlar. Bu bir qeyddə oxuyum. Söz xalqın kodlaşmış milli mənəvi yaddaşıdır. Söz tarixdə heç vaxt məğlub olmayıb. Həmişə qələbə ilə çıxıb güzər. Söz müxtəlif dillərdə fərqli səslənsə də mahiyyəti birdir. Söz insan haqqında elmdir. İnsan öyrənən, insanı insan edən, onu ümumiyyətlə əhəngi, ritmi, hər şey söz deməkdir. Və sizin hamınıza can sağlığı arzu edirəm. Və bəzən danışırlar ki, Qəni müəllim eşidirsiniz məni? Bəzən deyirlər ki, filan kəsə 150-160 il Mahmud Eyvaz, Mahmud Baba kimi Şirəli Müslüm ki, lazımdır, mənalı ömür lazımdır, dəyərli ömür lazımdır. Xalqa dəyərlidirsə, o ömrü arzulayıram. Və burada yazanlara da mən demək istəyirəm ki, ruhdan düşməyin. Elə nə qədər bayaq dediyi kimi dünya varsa, yazı var, söz var, biz varıq. Qalan şeylər nə olacaq Allah bilir. Sağ olun.
Nöqteyi nəzərimcə o məclis mənə çox doğma olur, gözəl olur ki, ən gözəl məclis demirəm, ən gözəl məclislərdən biri olur ki, orada Yasemin xanım iştirak edir. Mənim gözəl yol yoldaşı olmuşuq Şamaxıda. Nəsə Yasemin xanım olan yerlərin hamısı gözəl olur da. Buyursun Yasemin xanım. Çox sağ olun Əsəd müəllim. Bunu yaddan çıxartmayacağam. Mənə o dərəcədə təqdim elədiniz. Qəni müəllim Camalzadə deyəndə artıq onu bir müdrik ağsaqqal olaraq qəbul edir cəmiyyət. Amma deyim ki, mən Qəni müəllimdən 5 yaş böyüyəm. Olmaz. Qəni müəllim, 70-i aşırdın, 100-ə nə qaldı? Nə qaldı ki? Yəni, mən 75-i də aşırtdım, deyirəm ki, yox, hələ yaşamaq gözəldir. Mən deyim ki, yaradıcı insanların, hamı burada Qəni müəllimin ədəbi mühitdəki yerindən danışdı, əsərlərindən danışdı. Bəli, biz də vaxtı ilə bir yerdə çalışanda həmişə Qəni müəllimin kitabların, hekayələrini oxumuşuq. Yəni, yetəri qədər bilgimiz var. Düzdür, o məhsuldar yazardı, söz adamıdır. Əsas odur ki, Qəni müəllimi ruhlandıran bir nəsə olmalıdır da. Bax, onu ruhlandıran onun ailəsindəki sağlıqlıqdır. Onun ailəsidir, onun gözəl evladlarıdır, ona ruh verən həyat yoldaşıdır. Onun bəzən bağından bir videolar paylaşır, baxıram ki, o üzüm yarpağına, üzümün gözəlliyinə elə orada tərif verir, özü də göndərir video ki, mən baxım. O qədər sevinirəm ki, görün bu insan evindən nə qədər rahatdır ki, artıq o yarpağın, o üzümün, o meyvənin gözəlliyini hiss eləyə bilir. Qəni müəllim, mən sizə daha yaxşı, ailənizdə həmişə o ruhunuz yaşasın, insanı doğrudan da yaşadan onun evladlarıdır, onun ailəsinin xoşbəxtliyidir. Bilirəm ki, bütün o ruh yüksəkliyi oradan yaranıb ki, cəmiyyətdə olanlara siz öz fikrinizi deyə bilmişsiniz. Mən sizi təbrik edirəm. İnşallah 75 illiyizdə görüşək. Dayandır sevgini bəxti gətirmiş şair hesab edirəm ki, mənim yaddaş şeir ağacıma ən azı 2 misrası ilə düşübdür. Və belədir bu misralar ki, sən əsli sevgisi tapsan özündə, mən kərəm olmasam, kişi deyiləm. Söz şair Dayandır sevginindir. Qəni müəllim, sənin 70 yaşın mübarək olsun. Təbrik edirəm, can sağlığı diləyirəm. Yazmaq olar, 10 kitabında olar, 50 kitabında olar. Amma tarix onu göstərəcək kim hara gedəcək, nətər olacaq. Amma əsl bu gündür. Bu gün sən hamının sevimlisisən. Hamı səni çox istəyir. Çünki yaxşı adamsan. Təkcə özünü çəkən deyilsən. Ay, mən bunu yazdım, mən belə elədim. Hamıma baş əyməlidir falan. Hemen belə olanda ədəbiyyatın axırı yoxdur. O adam ölən kimi ədəbiyyat da onunla ölür. Yazdıqları da onunla ölür. Sənin yazdıqların yaşayacaq. Allah sağ can sağlığı versin, sağ uzun ömür arzulayıram və bundan sonra da yazasan, yaradasan və nə bilim, Allah insaf versin, o başa duranlara da qiymətləndirsinlər. Mən belə deyirəm. Qəni müəllimin romanlarından biri, dəfələrlə haqqında danışdıq. Şeytana daş atanlar adlanır, həcc ziyarətindəndir. Nazə xanım çox geniş məlumat verdi və bizim hacı qardaşlarımız iştirak edir bu məclisdə. Doğrudan da amma şeytana gedib daş atan, qəlbi imanla dolu, mömin, xeyirxah, təmiz insanlar. Onlardan da biri Hacı İlham Qurbanoğludur. Mən böyük məmnuniyyətlə sözü Hacı İlhama verirəm. Dəyərli tədbir iştirakçıları, hər birinizi bu mübarək ocaqda, bu mübarək cümə günündə salamlayıram. Çox xoşhaldır ki, belə mübarək bir cümə günündə həcc ziyarətində olmuş, müqəddəs bir məkanı ziyarət etmiş bir yerdə olmuşsunuz, Hacı eyni vaxtda olmuşsunuz. Camalzadənin bugün yaradıcılıq işığına həm də 70 illik yubiley mərasiminə toplaşmışıq. Hacı Qəni haqqında burada çoxlu dəyərli sözlər, söhbətlər söyləndi. Doğrudan da Hacı Qəni Camalzadə bu deyilən sözlərə layiq bir insandır. Söz adamıdır. Mənim bir kəlamım var, söz də ağac kimi calaq götürər, sözü düz calayan bəhrəsini görər. Bugün sözü düz calayanın bəhrəsini biz görürük. O öz bəhrəsini bəli,
Azərbaycan Yazıçılar Birliyinə üzv olmaqla bildirib, eləcə də bir neçə mükafatlar almaqla o bəhrəni görübdür. Və bugün Hacı Qəni 5 romanı ilə və yüzlərlə hekayənin müəllifi kimi burada oturubdur. Hacı Qəni başqa yaradıcı insanlardan bir də ona görə fərqlənir ki, Hacı Qəni tək Bakı çərçivəsində yox, öz romanları ilə, öz əsərləri ilə, hekayələri ilə bölgələri, regionları da gedir. Bir neçə bölgələrdə də Hacı Qəni ilə birgə biz yoldaşlıq etmişik, getmişik. Orada da gənclər onu çeviriyə alırlar, müxtəlif suallar verirlər və o da öz tövsiyələrini verir. Bu da çox sevindirici haldır. Ümidvarıq ki, Hacı Qəni daha böyük uğurlara imza atacaq. Mən onun demək Qızıl Xotuq Karxana əsərinin, eləcə də Kirəksarın son döyüşü əsərinin təqdimatında da olmuşam. Karxana əsərini demək olar tam oxumuşam. Biz hər həftə demək olar illərdir bir yerdə oturmuşuq, tonlarla çörək kəsmişik, həmişə də söhbət mübadilə aparmışıq. Hacı Qəni öz yaradıcı insanlığı ilə bərabər həm də insani dəyərləri ilə cəmiyyət arasında həmişə sayılıb, seçilibdir və ümidvaram ki, bugündən sonra da həmişə sayılıb, seçiləcək. Söz haqqında İdris müəllim çox gözəl söylədi, burada geniş müzakirə elədir. Söz doğrudan da böyük bir sərvətdir. Sözümüzü də gərək biz sərvətimiz kimi qoruyaq. Haqq deyən olarsa dil də, dodaq da, cəvahir axtarma daşda, torpaqda. Kimisi sərvət toplayır, kimisi kalam, görərik kim olar yaddaşda qalan. Söz, kalam yaddaşda qalacaq və biz də, yaradıcı insanlar da hardasa bu söz dəryasında bir zərrə kimi inşallah ki qalacaq. Hacı Qəniyə mən yubileyi münasibəti ilə can sağlığı arzulayıram, yaradıcılığında böyük uğurlar arzulayıram. Sağ olasınız, var olun. Sağ olun. Şərafəddin İlkin. Mən Qəni müəllimin o vaxtı elə bir müəllimin ilk seriyasından kitabını oxumuşdum. Və çox təəssüflər olsun ki, son vaxtlar daha kitab oxunmur da, gəlin etiraf eləyək. Sosial şəbəkələrdə Qəni müəllimi görmürəm, amma 70 illik yubileyi münasibətini onu təbrik edirəm və mən çox xahiş edirəm Əsəd müəllim. Ola bilsin ki, sizin diqqətinizdən yayınıb, burada bizim çox sevimlimiz İlham, Hacı İlham buradadır, əzizdir və hamımızın əzizi. Mən çox sevim, çox arxada oturub. O Azərbaycanın çox tanınmış bir siması. Öpürəm, xahiş edirəm, sözü ona verim. Mən böyük məmnuniyyətlə sözü Hacı İlhama verirəm. Mən təbrik edirəm Hacı. Mən də yada salmışam. Parazit demədim. Hər adam yada düşmür. Yəni, biz bu yaxınlarda bir tədbirdə olduq, mənə kitablarını hədiyyə verdi. Deyir, oxuyursan bunları? Oxuyuram. Niyə oxumuram ki? Kitab oxumaq lazım. Ən çox Quran oxuyuram. Hər gün Quran oxuyuram. Allahın kitabıdır. Kimi yamsılıyor? Allahın evini ziyarət eləmişsiniz. Allah sizə kömək olur. Adam var 700 il yaşayar, bu işi görə bilməz. Həm də qazidir. 92-ci ildə onun yarımçı qoyduğu işi mənim oğlum tamamlaya bildi. Mənim oğlum getdi, Qarabağ aldı, gəldi. Sizin işimizi tamamladı. Allah şəhidlərimizi rəhmət eləsin. Allah onların valideynlərə səbir versin. Bizdə bir nəfər Mehdi Müzəffəroğlu var bir nəfər. 4 mapulu itirmişəm, mən axtarıram. Bunlar da övlad itiriblər bizə görə. Biz burada rahat yaşayaq, belədir. Allah ordumuzu qorusun. Allah qazilərimizə şəfa versin. Allah sizə can sağlığı versin. Ey bəşər aləminin sadə nəcib övladı, gəlişin cahan mülkünə çox əladır. As bəsirət gözünü, gör bu necə dünyadır. Dəmmədəm sal yadına xəlq eləyən ustadı. Bu yolla kama yetim mətləbə şayan olasan, hələ ondan da əzəl sən gərək insan olasan. Bu gözəl insan, hər adama qismət olmur, həm yazıcı olasan, həm ziyalı, həm də yaxşı insan olasan. Hər adamla bu alınmır. Sizdə alınıb. Çox sağ olun. Bağırım varsa, öpərəm səni, təbrik edirəm. Can sağlığı, uzun ömür. Sağ olun. Hacı, tələsmə. Bütün məclisin adından səndən xahiş edirəm, gələsən bura mümkünsə. Oradan başlar. Mən də kimdən danışırım, ölür ya da işdən çıxardırlar. Mənim işim belə. Bu Dejnevdən danışdığım yoxdur. Qarbaçovdur, yoxdur. Hamısından danışıram, yoxdurlar. Zəlimxan Yaqubla
sağlığında o Cabir Noruz'un bir şeir vardı. Bir arzum var ey insanlar qoyun deyim. Sağlığında qiymət ver insanlara. Sağlığında bu kişi yaşayır. Azərbaycan belə bir yerdir ki, adam o sağlığında qiymətini alır. Məsələn, Canali Əkbərov, Əlban Məmmədov, Arif Babayev, Ağxan Abdullayev sağlığında hər şeyin təmin olunur. Eşi prezidentə qaldı. Adam var öləndən sonra alır. Nizami Gəncəvi, Məhəmməd Füzuli, Əliyə Vahid. İndi onlar sağ olsa, onlar nə qədər pensiya verəcəkdilər. Adam var heç almır. Çox sağ olun ki, tamam başqa bölgələr bizi birləşdirən deyərlər bu kişi olan hörmətdir. Əkmə bitməyən yerə, can bir itməyən yerə, ayaq gedərmi ürək getməyən yerə. Bizi bura ürəyimiz getirib. Sizə olan məhəbbətin, bizə olan məhəbbətimiz. Adam var bizdə, belki sizdə də var eləyir. Onu görəndə biz yolumuzu değişiririk. Bizim başımızda. Çox sağ olun, təbrik edirəm. Aran da, yaylaq da, doğmadı bana. Kimdir bu? Zəlimxandır. Zəlimxan Yaqubun çox xoşdalı şeirlədir. 3-4 də əlavə elə ora. Aran da, yaylaq da, doğmadı bana. Qəlbimi dağlara verməsəm, ölləm. Yazda çiyələrə, yayda yarpızı, payızda moru dərməsəm, ölləm. Bu sazlı mı, ovsunlu mu? Telə bax Allah, telə bax. Pərdə üstə dalğalanan, tülə bax Allah, tülə bax. Eşq olsun şairimizə, yazımıza, eşq olsun Hacı Gəli Cəmazadə, eşq olsun. Şimdi şeyxin vaxtı olmadı gələlmədi. Onun adından təbrik istəyir, təsbih yoxdur. Təsbihimiz var. Şeyxin adından təbrik edirik. Şeyxin adından təbrik edirik. Güya şeyx də buradadır. Təsbih. Hoş gəlmişsən. Təsbih. Təsəvvür elə də təsbih. Bismillahirrahmanirrahim. Yâken abdu ve yâken nestaîn. Gözəl insan, yazısı, şair. Həc ziyarətində gördüm onun səxavətini. İnsana su paylayırdı. Suzan ömründə olsun. Allah ad günün mübarək eləsin. Təbrik edirəm. Esselamu aleykum və rəhmətullah. Bu qədər. Çox sağ olun. Çox sağ olun. Mən sözü verəcəm Tahir Şirvanlıya, amma xahiş edəcəm reglamenti yaddan çıxartmasın. Bugün elə bir gün oldu ki, Öyük Seyyid Şirvanı demişkən, ilahi keçən gecəni ömrümə hesab eləsin ki, hər dəqiqəsi 100 minlə bərabər idi. Hacılar, hörmətli Hacı İlham dostum, hörmətli Hacı Gəni, Seyyidədim deyir ki, zahir köyünəm eymə, qoy öpüm xalindən, Həzəri ömməyənə xəlq edəməz var Hacı. Və bugünkü gözəl gündə Hacı Gəninin məclisinə yığışmışıq. Yadıma neçə il bundan qabaq sizin adaşınız vardı, Həkim Gəni. Onun 70 illiyi dindik yadıma. Cəmi bircə dəfə işlətmişəm. Həkim Gəniyə bir şeir həsr olunmuşdu. 3 bənddir. O şeiri mən sizə ərmağan verirəm. Gəni ey dostu əziz daimə xəndan olasan. Yüksəlib izzət ilə misli Süleyman olasan. Nə qədər var nəfəsin dəhirdə sultan olasan. Hər yana əmr verib sahibi fərman olasan. Hər bəladan qoruyub saxlasın Allah səni. Hər xətadan eləsin lütflə islah səni. Kör olub görməsin etdiyi bədxah səni. Qara günlərdən uzaq şad uxraman olasan. Şaira, bülbül şeydə dönüb eylə fəğan. Bu kiçik şeirinə təbriklər qənnisən. Söylə, söylə, 70'ə çatdı yaşın ey ruhu rəvan. O gün olsun böyüyüb laf yekə oğlan olasan. Təbrik ediyoruz. Sen şiir dedin, ben de bir şiir diyeceğim. Birinci misrası yadıma düşmür. Bir yadıma düşen bir bəndin diyeceğim. Üz yanında tökülübdü tel nazi. Sinə meydan, zülf pərişan, bel nazi. Ağız nazik, dodaq nazik, dil nazik. Ağ əllərin əlvan hənadan, pəri. Buyur Pəri xanım. Söz verilir Pəri xanıma. Xırdalan Mərkəzi Kitabxanasının nümayəndəsi. Qəni müəllim, sizi ürəkdən təbrik edirəm. Sizə can sağlığı arzulayıram. Burada sizə çox gözəl sözlər söylənildi. Mən Əsəd müəllimə də təşəkkür edirəm. Mənə söz verdiyi üçün.
Amma burada İlkin qardaşımız dedi ki, kitabxanalar bağlansın. O söz mənim xoşuma gəlmədi. Bağlansın yox, yəni oxumuruq, yəni bağlansın. Onsuz da bu müzakirəyə verilib. Çox bizim üçün çətindir də. Mən 30 ildir orada kitabxanalar niyə bağlansın? Oxucumuz da var, oxuyanlar da var. Qəni müəllim bizim kitabxanada olub, qonağımız olub. Onun gözəl tədbirini təşkil eləmişik. İndi Əsəd müəllim, xahiş eləyirəm bu lazımi yerlərdə bu kitabxanaların müdafiəsinə qalxılsın. Yəni kitab olmasa kim ola bilər? Kitab, valla biz bunu oxuyan kimi yoruluruq. Hamısı ziyan, şua. Amma bunu oxuyanda bunun ətri ilə yatmışıq. Və oxuyanlar da var. 100 yaşayın Qəni müəllim. Sağ olun, ürəkdən təbrik eləyirəm. Fərid xanım, sözü böyük məmnuniyyətlə bizim tanınmış ədəbiyyatşünas alimimiz Rüstəm Kamala verəcəm. Mən bir neçə cümlə deyəcəm. Əvvəla təbii ki, Hacı Qənini mən də o mübarək rəqəmlə, mübarək doğum günü münasibətindən təbrik eləyirəm. Bu öz yerində bu giriş üçün bir etiket formasıdır. Mən bir neçə cümlə də onun nəsri haqqında qısaca danışmaq istəyirəm. Çünki Hacı Qəni bugün bizə yazıçı kimi yazıçıdır. Əvvəla hekayələrinlə də tanışdım və Karxana romanını da nəzərdə keçirmişəm. Çox xoşuma gələn cəhət və çox bəyəndiyim, çox sevdiyim. Bizim Azərbaycan nəsrində ümumiyyətlə çox az yazıçı mükəmməl diyaloqlar qura bilir. Ad çəkməyəcəm, ancaq var. Bax, Hacı Qənidə mənim bu diyaloqlar çox təbiidir, çox canlıdır. Yəni, mən personajların səsini eşidirəm. Yəni, bu dərəcədə canlıdır. İkinci, hekayələrlə bağlı deyim. Bizim klassik yazıçılarla müqayisə düzgündür, bütün müqayisələr qüsurludur. Nəzərə alaraq bunu deyirəm ki, klassik yazıçılarımızın çoxsu hekayəni necə bitirməyi bilmirdi, o konçovkanı bilmirdilər. Məsələn, mənim çox sevdiyim hamımızın klassikadır da, ta ki, əgər Əbdürrəhim bəy Haqverdiyevlə Mirzə Cəlili müqayisə edirsən, Mirzə Cəlil son dərəcə möhtəşəm sonluqla, yəni konçovkanı çox möhtəşəm verir. Ancaq Əbdürrəhim bəy Haqverdiyev bəzən bəzən bilmir sonu nətər qutarsın, canını nətər qutarsın. Sujeti yuvarlaqlaşdırmaq lazımdır. Bəzən olur. İstəmirəm o bəzi şeylər. Ancaq mən gördüm ki, Amerika filmlərində olduğu kimi sujetin sonunda birdən bir qəribə sonluq, hətta diyaloqla belə çox belə yadda qalan sonluqla qutarır. Yadda, yəni o replikalar ki var, replikalar. Və mən düşündüm ki, Hacı Qəni, mən bilmirəm, dramaturgiyası ilə məşğul olub bu komediyası var mı? Çünki Hacı Qəninin xislətində və xilqətində uğurlu replika konteksti var. Yəni replikanı vaxtında tapmaq, vaxtında personajın dilinə vermək, bu hər yazıçının işi deyil. O da komediyanın işidir. Komediya nəyin üstündə durur? Uğurla tapılmış replikaların üstündə durur. Yəni sən görürsən ki, Söylü bacıdan, nə bilim, Məşdibatdan xalq o cümlələri, o ifadə deyimləri yadında saxlayır ki, o uğurlu tapılmış replikalardır. Bu kişidə də həm hekayələrin sonunda həmən replikaları ki, görürsən ki, və yerində qutarır da artıq şey yoxdur. Bu mənə ləzzət elədi. Hacı Qənidə çox nadir hallarda az olan nəsrin ritmi var, ritmi tuta bilir. Gedin, baxın, bütün əsərini sanki əsərin tonallığını, ritmini gözləyir bu adam. Bu adam qısa cümlələrlə, bu da mənim çox xoşum, çox qısa cümlələrdir, yığcam cümlələrdir, keçidlər aynidir, daha uzun belə dolayısıyla gəlmir, həsri basma dolan gəlmir. Başa mı? Və bu zamanda ritmdə, nəsrin ritmində hər şey deməkdir.
mən bu şəxsə bayaqdan söz verməli idim, amma təsadüf elə getdi ki, Şərafəddin dedi, qoy filankəs danışsın, o birisi dedi, bu birisi danışsın. Belə-belə biraz məni reisimdən çıxartdılar, proqramıma müdaxilələr oldu. Hesab edirəm, gələcək aparıcılığı Allah mənə qismət etsin tədbirlərdə eləməyəcəklər belə müdaxilə. Amma Şərafəddin müdaxiləsi çox gözəl idi, çox. Buna görə mən ona ikinci dəfə minnətdarlıq eləyəcəm və sözü bizim vaxtilə çox populyar olan yazıçımız, Dağlar Olur romanının müəllifi Məhəmməd Hüseyn Əliyevin oğlu doktor Ənvər Əliyevə verir. Mən deməli Hacı Qani Cəmalzadəni əvvəl ad günü münasibəti ilə təbrik edirəm. Can sağlığı arzu edirəm ona. Həm də gələcək yaradıcılıq deməli nailiyyətlərini arzu edirəm. Bu əsərlərində mən nə gördüm? Deməli deyim ki, sizə Bakı və Bakının ətrafındakı kəndlərin danışıq dili, məişət dili ədəbiyyata gətirilməyib. O çox şairlər yetişdirib, çox yazıçılar yetişdirib, amma bunlar heç biri onların əsərlərində öz əksini çox cüzi surətdə verir. Bizim Hacı Qani Cəmalzadənin yaradıcılığında bu çox qabarıqdır və mən buna çox sevindim. Bu Azərbaycan dilinin zənginləşməsinə xidmət edir. Bu bizim dilin yüksəlməsinə xidmət edir. Ona görə də mən belə bir yazıçının bugün 70 illiyində iştirak edib, orada çıxış eləmək özümə fəxarət hesab edirəm və arzu edirəm ki, o bu işi daha samballı, daha gözəl siğlətlə yerinə yetirsin və biz də onun bütün əsərlərini oxucular, həvəslə oxumağı öz öhdəmizə götürürük və sevinirik ki, bizim bu cür gözəl yazıçımız var. Eyni zamanda onun ikinci böyük gücü ondadır ki, o xalq adət və ənənələrinə sadiqdir. Bizim xalqın bütün ənənələrini öz əsərlərində verməyə çalışır. Eyni zamanda o bizim deməli keçmiş həyatımızda son 100 illikdə olan hadisələrin bilirsiniz ki, ağır hadisələr olub, böyük azadlıq hərəkatı olub, böyük itkilər vermişik. Bütün bunları bir yazıcı kimi öz çiyninə götürür və verməyə çalışır. Və ona görə də mən onun qələminə səcdə edirəm və arzu edirəm ki, o bu işi bundan sonra daha yüksək səviyyədə, daha keyfiyyətlə yerinə yetirsin. Arzum budur ki, bizim Azərbaycanın digər yazıçıları da Qani Cəmalzadə qədər bu işə sədaqətli olsun. Sağ olun. Çox sağ olun. Əslində mən bu çıxışı verməməli idim. Çünki Elza xanım ikinci dəfə çıxış etməklə bacısı Rasimən dəvəzindən danışmışdı. Amma Rasimən xanım xahiş edir, deyir, 5 kəlmə mən söz demək istəyirəm. Ona görə mən Rasimən xanımı ayaq üstə dinləyəcəm. Təşəkkür edirəm sizə ki, bizi bu belə deyildiyi kimi ədəbiyyat ziyafətinə dəvət etmişsiniz. Başlıcası da mən burada olan adamlar, bir-iki adam çıxmağına ilk dəfə görürəm. Çox belə mahiranə surətdə qonaqlarınızı təqdim edirsiniz. Onlar da bizə, mənə şərəfdir ki, tanıyıram o insanları ki, ədəbiyyat gecəsində ədəbiyyatın kökü də elə ədəb sözündən gəlir. Yəni ədəbiyyat olmayan yerdə, yəni ədəb də olmaz demək istəyirdim. Biz içəri daxil olanda elə kitabı mən götürdüm. Hacı Qani Cəmalzadə seçilmiş əsərləri Qızıl Xotuq. Bunu oxuyarkən biraz məni belə gülmək tutdu. Çünki anamın tez-tez işlətdiyi sözdür bu xotuq sözü. Mənim anam çox zəhmətkeş, dürüst bir insandır. Çox vaxt onu aldatmaq istəyirlər bəzi alqı satqılarda. Ona görə anam deyir, buna bax, xotuq məni aldatmaq istəyir. Birinci mənə qəribə gəldi. Sonra içini açanda gördüm ki, burada çox gözəl yumor hissləri var və kitab həqiqətən özünü burada qeyd edilmə, özünə çəkir. Çox asandır oxumaq. Elə oturduğum yerdə bir neçə səhifəni oxudum ki, Elza xanım haqqında da onu deyirlər. Deyirlər, indi çox təkrarlanma var, amma mövzu yoxdur. Elə bir ki, elə insan var ki, onda mövzu tapıntısı daha zəngindir. Mən bu kitabda da onu gördüm və bir o sözdə demək istəyirəm ki, Mehdi Senzadə zamanında onun da gözəl qələmi olub, hətta alman dilini elə danışıb ki, almanlar ona məhtəl qalıb. O demişdi ki, heç vaxt bilməzdim ki, bir gün qələm tutduğum əlində mən silah tutub insan öldürərəm. Yəni, həyatın bu növləri də var.
Teşekkür edirəm. Çox gözəl də dediniz. O natiqlər üçün də deyirlər ki, elə bir natiq başlayır amma uçaq kimi otura bilmir. Yəni yuvarlaya bilmir. Bu da çox eniş də çox, sonluq da çox vacibdir. Kitabxananı da qeyd etmək istəyirəm. Biz Amerikada yaşayanda hər ərazinin öz gözəl kitabxanaları var ki, kitabxana çox rahat. Yəni onun döşəyi ilə çox ailəvi ora gedirlər. Uşaq, ata, yəni ki belə kitabxanalarımız çox olsun, hər ərazinin öz kitabxanaları olsun. Gözəl-gözəl də yazarlarımızın kitablarını oxuyaq və kamalaq. Təşəkkür edirəm. Hörmətli məclis iştirakçıları, bununla da bizim tanınmış yazıçımız Qəni Cəmalzadənin 70 illiyi və 15 cildliyinin təqdimatına həsr olmuş möhtəşəm tədbirimiz qurtarmır, qurtarmağa doğru gedir. Siz gözəl çıxışlarınıza görə sizə minnətdarlığımı bildirirəm, iştirakınıza görə və ailə üzvləri adından həm təbrik sözünü, həm minnətdarlıq sözlərini izhar eləmək üçün söz Qəni müəllimin oğlu Anar Cəmalzadəyə verilir. Bir atamı təbrik etmək istəyərdim. Ata, səni təbrik edirəm. Burada gələn bütün insanların dediyi xoş sözlər görə təşəkkürümü bildirirəm. Biz burada çıxışlarda eşitdiyim sözləri uşaqlıqdan bizə hər zaman, hər yerdə danışıqlarımızda, söhbətlərimizdə qulaq asmışıq. İndi həmin sözləri, həmin sözləri kitablarda da görmək bizi çox qürurlandırır. Ata, təbrik edirəm səni, sənə can sağlığı. Bura gələn insanlara da hamısına təşəkkürümü bildirirəm. Hörmətli məclis iştirakçıları, bugün biz sizlə təxminən 2 saat yarımdır da, 2 saat yarımdır. Çox mənalı bir tədbirin şahidi və iştirakçısı olduq. Bu gözəl tədbirin düzənlənməyində iştirakınıza görə sizə bir daha minnətdarlığımı bildirirəm. Bu gözəl əlamətdar gündə Qəni müəllimin çevrəsində olduğunuza görə, gözəl çıxışlarınızla onun mənalı, çətin və məsuliyyətli həyat yolundakı uğurlarına verdiyiniz yüksək dəyərə görə mən də bir aparıcı kimi, Qəni müəllimin qələminə hörmət bəsləyən, özünə, sözünə hörmət, sayğı bəsləyən bir adam kimi sizə minnətdarlığımı bildirirəm. Yəqin ki, o öz çıxışında bu daha geniş bu barədə danışacaq. Bir daha hamımızın adından, burada olmayan, amma Qəni müəllimin özünü də, yaradıcılığını da yüksək dəyərləndirən şəxslər adından Qəni müəllimi bu əlamətdar gün münasibəti ilə təbrik edirəm. Onu yeni yaradıcılıq uğurları, ən başlıcası isə can sağlığı arzulayıram. Gözəl Azərbaycanımızın gözəl yazıçısı Qəni müəllim. Bir əlinizdə qılınc, bir əlinizdə qələm tutmusunuz. Siz əsl qəhrəmansınız. Təkcə Qarabağ cəbhəsindəki döyüşlərdə yox, yazıçılıq həyatında da siz qəhrəmansınız. Çünki təvazökarlıq özü ən böyük qəhrəmanlıqdır. Və sən yaxşı biləsən ki, çoxlarından üstünsən, amma abır, haya və təvazö ilə durub səbr edirsənsə, səbrin özü məncə ən böyük bir qəhrəmanlıqdır. Siz belə bir qəhrəmanlığı 70 ildə göstərmişsiniz. Mən böyük məmnuniyyətlə sözü sizə verirəm. Bilirsən, deyirlər ki, sən, məsələn üçün, bazarda da Allah göstərməsin. Bazarda birinə, məsələn üçün, deyirlər ki, məsələn üçün, filan kəs axsıyır. Heç axsamır, kişi. Kişi başlayır axsımağa. O qədər tərifləyirsən ki, təvazökardır, adam deyir ki, bəlkə bu günlər çörək yeməyim. Söhbət nədən gelir? Yəni, təvazö hissi hər birimizdə olmalıdır, ona söz yox. Amma söhbət ondan gedir ki, ədəbiyyat elədir ki, insanı dərinliyə getdikcə görürsən ki, vaxtınızı çox almayacaq. İnsan dərinliyə getdikcə, xüsusilə yazı prosesinin dərinliyə getdikcə görürsən ki, həyat fanidir də. Yəni, burada nə var? Yəni, bir insanın taleyini yaşayırsan, yəni yazıçının borcudur. Öz qəhrəmanının taleyini yaşasın. Virtual olaraq yaşasın. Təfəkküründə, düşüncəsində yaşasın. O insanı qocaldır. O insanın canını alır.
Hətta ağrıyan adamın ağrısını hiss eləyirsən. Hətta qocalan adamın qocalmağını hiss eləyirsən. Cavanlardan yazanda özün də cavanlaşırsan. Müharibədən yazanda kədərlənirsən, döyüşürsən. Əlbəttə, bütün içər. Onu da bir Nasir kimi formalaşma prosesi uzun bir prosesdir. Bəzən mən hərdən bir cavan, xüsusilə cavan yazıçılara heyrət eləyirəm. Çox təəccüblənirəm. Məktəb olmadan və bunlar roman yazırlar. Məktəb keçmir. Yəni nə ədəbi məktəb, nə yaradıcılıq məktəbi keçir, amma roman yazır. Və öz yazdığına da roman deyir. Oxuyursan, görürsən ki, gör nə qədər sadəlöv olmalısan. Gör nə qədər özündən razı olmalısan ki, adi bir cızma qaraya roman deyəsən və onu ortaya da, hətta ortaya da qoyasan. Təvazökarlıq hissi olmadan onu ortaya qoyasan. Biz hətta yazdığımızı, ən uğurlu yazını üzə çıxardanda çətinlik çəkirik və deyirik ki, bəlkə burada biri də oxusun, ikisi də oxusun, beşi də oxusun. Yəni bu bir həyati bir prosesdir, həyati bir. Mən sizin vaxtınızı çox almayacağım. Sizin vaxtınızı bu qədər itirdiyinizə görə çox istərdim ki, məni bağışlayasınız. Bir belə vaxtınızı sərf elədiniz. Gələcəkdə çalışacaq, daha böyük yazılar yazaq ki, sizin diqqətinizə layiq olaq. Yəni gələcəkdə deyəndə hələ bizim bayağı nə arzuladınız? 100. O qədər vaxt lazımdır ki, qalan şeyləri də hamısını yazıb qutaraq. 3 rəqəmli ömür, 3 rəqəm. Bəli, mütləq. Onu təşəkkür edirəm ki, gəlmisiniz. Təşəkkür edirəm ki, vaxtınızı sərf eləmisiniz. Təşəkkür edirəm ki, deyilənlərə qulaq asmağa məcbur olmusunuz. Amma lazımdır da, bu da lazımdır. Çox sağ olun. Təşəkkür edirəm.